Bir daha hoş gördük değerli təqdimat iştirakçıları. Bugün 12 dekabr, başka sözle desek 21 Azər günüdür. 21 Azər bildiğiniz kimi vətənimizin güneyində tam 80 il önce bizim fədailərimizin yarattığı bir qürur səhifəsidir. Və bəlkə də tarixin qanuna uyğunluğudur ki, məhz 21 Azər günündə bizim dəyərlimiz, unudulmaz bir jurnalistika fədaisi, usta qələm deyə hər zaman xitab etdiyim Mais Əlzadənin anım günü də məhz bu günə, 21 Azərə təsadüf edir. Bəlkə də bunun özündə bir daha təkrar edirəm bir qanuna uyğunluğu var. Təqdimatı əgər etiraz etməsəniz, 21 Azər şəhidlərinin Cumhuriyyətimizin qurulmasında həyatını fəda etmiş, vətənimizin azadlığı üçün, ərazi bütövlüyümüz üçün, torpaqlarımız üçün şəhid etmiş şəhidlərimizin və əlbəttə ki, bir jurnalistika şəhidi sayılığım Mais Əlzadənin ruhuna bir dəqiqəli sükutla başlayaq. Ruhları şad olsun. Allah razı olsun. Mais Bey her birimiz için, bak burada toplaşan insanlar ve onu tanıyanlar, onunla görüşenler, tərəf olanlar için oldukça əzizdir və şəxsən mənim üçün geçmiş zamanda onun hakkında danışmaq çox ağırdır. Ötən ay məzarını ziyarət etməyə nail oldum. İstanbul'un şimalında, tam şimalında Yeni Ayazağa məzarlığında Mais Bey'in məzarını ziyarət etmək hoş oldu bir vəfa borcu olarak, həm də ağırlı oldu. Sanki Mais Bey bir əsr önce Cumhuriyet kurucularımızın yaşadığı bir tarihi yaşadı. İstanbul 100 yıl sonra, yani bir əsr sonra necə ki vaxtilə Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Tosruq bəy Sultanovu, Xəlil bəy Xasməmmədlini və daha neçə Cumhuriyyət qurucularımızı qoyununa aldığı kimi Mais Əlzadəni də qoyununa aldı. Və mənim orada içimdən bir dilək keçdi. 1934-cü ildə Parisdə Cumhuriyyətimizin ilk parlamentinin ilk sədri, böyük dövlət xadimimiz Əlmərdan bəy Topçubaşının vəfat, yəni cənazə törənində milli liderimiz Məhəmməd Əmin Rəsulzadənin məşhur bir xitabı var. Deyir ki, bir gün gələcək mütəşəkkir millət bu məzarı azad Azərbaycana götürəcək. Necə ki, mən kitabda da yazdım o haqda. Ondan 30 il sonra təxminən, 31 il sonra Rəsulzadə də məhz Ankara'da dünyadan köçdü. Bugün bizim üçün Türkiyədə Ankara'dan başladığı kimi bizim üçün İstanbul'da məhz Əli bəy Hüseynzadələrin, Əhməd Ağaoğulların yatdığı Fəriköydən, Qaraca Əhməddən başlayır. Əlbəttə onları sevənlər, onların dəyərini bilənlər üçün. Və içimdən bir dilək keçdi ki, o Cumhuriyyət qurucularımız, o mütəşəkkir millət zaman gələcək, vətən onları istəyəcək. Necə ki, Rəsulzadənin də vəsiyyəti vardı və onları Azərbaycana, öz doğulduqları torpağa götürəcək və o zaman vaxtilə bizə Cumhuriyyəti tanıtdıran Mövsüm Əliyev kimi, rəhmətli Aydın Balayev kimi elə Mais Əlzadənin də məzarı gəlib Azərbaycanda, Bakıda ya doğulduğu Muğan torpağında torpağa gömüləcək və yaxud da onlar bir mavzəleydə elə Cumhuriyyət qurucularımızın yanında, Cumhuriyyəti bizə tanıtdıran insanların yanında qərar tutacaqlar. Ruhları şad olsun, mən çox danışmayacağım. Sadəcə olaraq içimdən keçənləri demək istədim. Mais Bey'in ölümündən bir neçə gün öncə mənə yazdığı bir mesaj vardı. Həmişə
assosiasiya olunur fikrimdə ki, sənin verilişlərindən ötürü çox darıxmışam. Bu dəfə amma sənin verilişinə çıxacaq, amma sən yox, mən həbsə getmək istəyirəm. Ruhu şad olsun, belə fədakar idi, belə dürüst idi. Azərbaycan jurnalistikasının vicdanlarından biri sayıram mən Mais Əlizadəni. Haqqa yazan insan idi. 32 il Azərbaycandan kənarda yaşasa da bircə gün Azərbaycansız yaşamayan bir insan idi Mais Əlizadə. O kitabda məqalələri dərc olunan insanlar burada toplaşıblar. Onların deyəcək sözləri var. Amma icazənizlə gəlin ilk öncə filmi izləyək. Bir Mais Əlizadə haqqında Jalə xanımın hazırladığı, indi Jalə xanım özü film haqqında da, kitab haqqında da ətraflı danışacaq. Həmin filmi izləyək, sonra yenə də Jalə xanıma söz verərik, daha sonra söz sizin olacaq. Buyurun, film izləyək. Hər bir xalqın böyüklüyü, dəyəri, onun bilinmənəli sərvətiyle ölçülür. Kino, teatr, musiqi və mətbuat tarixini Şərq və Qafqaz xalqlarından daha öncə yazmış Azərbaycan xalqı öz mədəniyyəti və milli mənəvi sərvəti ilə öyünməkdə haqlıdır. 20-ci əsrdə teatr, kino və musiqi tariximizdə baş verən intiba milli mətbuatımızda da öz silinməz izlərini qoydu. Təməli Həsən bəy Zərdabi ilə qoyulan jurnalistikamızın neçə fədailəri xalqın milli şuurunun formalaşmasında çətin olduğu qədər şərəfli yol keçdilər. Cəfər Cəfərov, Yaşar Qarayev, Nəsib Nəsibov, Aydın Məmmədov. Ömür qatarı deyilən bir söz var dilimizdə. Heç kəs bu qatarda kiminlə üzləşəcəyini, kiminlə yol yoldaşı, əqidə yoldaşı, ona düşmən kəsilənləri özü təyin etmir. Qatarın sənin üçün təyin olunduğu son dayanacağına yaxınlaşanda kimin kim olduğunu anlayırsan. Uca Tanrım lütf edib ömür qatarımda məni Mais Əlizadə ilə tanış etdi. Yaxın əyləşin dostlar. Bir Mais Əlizadə var idi. Hansı ki, sözü üçün də, özü üçün də çox darıxırıq. Adlı həyat hekayəsini birgə vərəqləyək. Bir Mais Əlizadə var idi. Çoxlarının tanıdığı və çoxlarının tanımadığı Mais Əlizadə. Ömrünün ən məhsuldar çağında xatirəyə dönən Mais Əlizadə. Jurnalistikamızın uzun dili, əqidəsinə, məfkurəsinə sadiq qalan Mais Əlizadə. Belə bir işıqlı söz adamından danışmaq həm böyük məsuliyyətdir, həm də şərəf. Heç vaxt üzünü görmədiyim, səsini yalnız telefonda duyduğum, qələminin kəsəri ilə hələ sağlığında sevib seçilən imzası olan bu insana bir vəfa borcu olaraq haqqında dostlarının da, mənim də bildiyimiz, bilmədiyimiz xatirələri, eləcə də məqalələrindən bir qismini toplayaraq ehtiram abidəsi olsun deyə bir kitab hazırladıq. Gəlin, ilk səfərimizi Mais bəyin uşaqlıq və məktəb illərindən başlayaq. Mais'in xəsiyyəti ayrı cürdür. Nə atıya, nə annəyə oxşamayırdı. Mehriban adam, yoldaşları nə yaxşı idi. Nədir, söhbətli, zarafatçı. Hələ də o sözləri tutarmış, danışırıq. İndi də yoldaşlar onu istəyirlər. Otururlar bir kere başlayırlar Mais'dan danışaq. Mais neçə ildir bunlardan ayrılıb. Danışır, yaxşı. Şirin dili, çox bilmiş bala. Onu dünyaya gətirən ana budur, ancaq saxlayan, Mais'i saxlayan olubdur əmsinin yoldaşı, böyük əmsinin yoldaşı. 10-cu sinifəcən o qadının yanında böyüyübdü, qalıbdı. O bacı deyirdi, biz hamımız bacı deyirdik, əmdostumuz o bizim. O institutu qutarıb gələndən sonra, həyat qurandan sonra Tərənə xanımla, onlar təyinatla Mais Sabirabadın Qalaqan kənd orta məktəbinə təyinat vermişlər. Orada müəllim kimi, dil ədəbiyyat müəllimi. Yoldaşı Təranə də bulduğu kənd orta məktəbində, bizim Sovetliyin ərazisində. Orada dil ədəbiyyat müəllimi dərs deyirdi. Onda hər gün görüşümüz olurdu. Türkiyəyə getməmiş prezident aparatında sosioloji araşdırmalar şöbəsində işləyirdi Mais. Onda da çox görüşürdük. Deməli, ondan sonra Türkiyəyə gedəndən sonra görüşümüz az oldu. Həmişə mənə ciddi olub. Yəni mənim həyatda bu cür qalmağımda Mais'in rolu çox böyükdür. Yəni ki, intizamlı olmaqda. Atalıq eləyib də. Atalıq eləyib. O məni institutda gözümü açmağa qoymurdu. Gənc illərimi həmişə
Dərsə gedib evə gəl. O belənçi yol. Ciddi idi Çox Malis ciddi. Evdə yəni mənə qarşı çox Özünə qarşı da təvəkkar idi. Çox özünə qarşı çox təvəkkül edir. Məsələn, yadından çıxdı, məsələn, uzanırdı, kitab əlimə qoyur, yatırdı, özünü qağa, dur geriyə ya, nədən götürüb kitab oxuyur. Yəni o cür kitaba aşiq idi. Malis Qağa ilə mənim son görüşüm yadımdadır. Biz onda uşaq idik, yeni yetmə idik. Hardasa 9-a 10-da oxuyduq belə. Türkiyəyə gedən vaxtında gəldi, bizlə görüşdü. Atamla əmsikdə, atam belə deyək, bağda işləyirdik, biz bostan əkirdik. Onda gəldi ki, yəni bilirdik ki, uzun müddətli gedir Türkiyəyə. Ona görə gəldi bizlə görüşdü, əmsi ilə görüşdü, hamı ilə görüşdü, sağollaşdı, getdi belə. Bu mənada mənim Malis Qağa mənim xatirimdədir. Türkiyədən gəldiyini eşitdik biz. Onda biz işləyirdik də, başqa yerdə işləyirdik, rayonda işləyirdik. Eşitdik ki, gəlib, inanırız ki, hamımız ondan ötürü, necə deyərlər, içimiz yanırdı ki, qağamızı çoxdan da görmürük də, bu həsrətlə belə. Hamı pişvazına gəlmişdi. Bəli, gəlmişdik onunla görüşdük, qəşəng, öpüşdük, hamı da aydın məsələdir ki, göz yaşları, kövrəlmələr falan. Bura Sabirabadın Ulacalı kəndidir. Mais bəy 1961-ci il iyul ayının 25-də bu kənddə Siyalı ailəsində dünyaya gəlib. Atası İbadullah kişini tanıyanlar adı çəkiləndə saatlarla danışmaqdan yorulmur. Bir-birindən maraqlı, real həyatda müşahidə etdiyi hadisələri qələmə alaraq 8 kitab müəllifi İbadullah müəllim haqqında elə həm yerlisi şair Səttar Qaracağlının 2015-ci il 3 iyul Muğam Şirvan qəzetində yazdığı məqaləsindəki bu sətirləri xatırlamaq kifayətdir. Səttar Qaracağlı Söz Adamı məqaləsində yazır. İbadullah müəllim hər şeydən əvvəl söz adamıdır. O həm dinlə bağlı mərasimlər haqqında düşüncələrində, həm də kəndinin adi adamlarından tutmuş, rayona rəhbərlik edən adamlar, lap geniş anlamda respublika səviyyəli tanınmış məşhur şəxsiyyətlər, siyasi xadimlər haqqında zəngin məlumatlara malikdir. Açığı, mənim üçün qaranlıq qalan bəzi məsələlərin cavabını da yazıçının kitablarından öyrəndim. Maraqlı burasıdır ki, əksər yazılarda müəllif öz gerçək müşahidələrinə, araşdırmalarına əsaslanıb. Müəllif hər şeydən yazır. İnsanlardan, həyatdan, dostluqdan, soy kökündən və hətta özündən də. Totalitar rejimin hər bir çətinliklərinə sinə gərməyi bacaran, bütün sınaqlardan alnı açıq, üzü ağ çıxan müəllifin özü haqqında dediyi sətirləri, bioqrafiyasını hər tərəfli əks etdirir. Kənddə ilk ingilis dili müəllimi mən olmuşam. Fərqləmə diplomu ilə institutu bitirən mən olmuşam. Kənddə ilk və son SSR Jurnalistlər İttifaqının üzvü də mən olmuşam. Bir daha xatırlayıram bu sözləri şair Səttar Qaracağlının Muğam Şirvan qəzetindəki Söz Adamı məqaləsindən səsləndirdik. İbadullah müəllimin Muğam Şirvan qəzetinin təsisçisi və baş redaktoru İlkin Nəsibin redaktorluğu ilə çap olunmuş bir neçə kitabının adını sadalamaq istəyirik. Ömür yolu, 79 il içində 80 il yaşamağa dəyərmi? Qan yaddaşımız, gördüyüm və görüşdüyüm adamlar, böyüklər üçün nağıllar, torpaq and yeri və s. Onun atası ilə mən yaxın dost olmuşam. Elə atası İbadullah müəllim vasitəsilə mən Mais bəyi tanımışam. Atasının 8 kitabının redaktoru olmuşam. Onun haqqında həmişə ürəklə danışardı. O öz oğlu ilə İbadullah müəllim fəxr eləyərdi. Sonradan onun əsərlərlə yaxından tanış oldum. Gördüm ki, doğrudan da publisistikası çox zəngindir. Publistikası zəngindir və əsərləri oxunaqlıdır. Xalqın mənəviyyatını əks etdirir. Xalqımızı düşündürən, narahat edən məsələlər orada öz əksini tapır. Onun əsərlərini haqqında mənə elə gəlir ki, tədqiqat əsərləri yazılacaq bundan sonra, geniş tədqiqat əsərləri yazılacaq. Bu buna layiqdir. Fəxr edirik ki, belə bir jurnalistimiz var, belə bir el oğlumuz var. Onunla biz fəxr edirik.
Allah İbadullah müəllimə də, Mais bəyə də qəni rəhmət eləsin, qəbirlərini nur olsun. Fəlsəfə elmlər doktoru professor Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü Babək Qurbanov İbadullah müəllimin Ömür Yolu kitabına ön sözdə yazır. İbadullah müəllimin qələmə aldığı hadisələr real həyatdan götürülüb. Məktəbin həyətinə daxil olanda ayaq saxladım. Xəyalən Mais bəy 1-ci sinifdən məktəbi bitirənə qədərki izini təsəvvür etmək üçün ətrafa boylandım. Yazın ən gözəl çağı idi. Təbiət yamyaşıl libası ilə insanın içinə huzur verirdi. Mais bəyin Azərbaycan ədəbiyyatında varlığı bir hadisə idi. Və özü getsə də, cismi getsə də onun yazdıqları nəsildən nəslə keçəcək. Buna əminəm və məni sadəcə bugün sakitləşdirən yalnız odur. Mən onun ilk müəllimi olmuşam. Yəni ilk İngilis müəllimi olmuşuq. İngilis dili kabinetində elə Allahdan olan kimi elə düzülüş oturmuşdular ki, oturublar həmişə ki, Əzrada Maisin həmişə üzbəyiz olmuşuq. Mən yaz taxtasının qabağında, o pəncərənin qabağında otururdu. Yəni, bu qayda ilə dərslərimizi keçirdik. Əzrada Mais haqqında tükənməz sözlər, söhbətlər deyəcəm. Yəni, o, necə mən müəllimimdən ixtisasımı sevib seçdiyim kimi, o da öz təhsil illərini orada yəni sevdirdi, özü özünə sevdirdi. Qutarandan sonra da, orta məktəbi qutarandan sonra da ali təhsil illəri ilə məşğul oldu. Yəni, o qədər xoş münasibətlərimiz olub ki, uşaqların içərisində onun ayrıca yeri var idi. Mais oxuduğu müddətdə nümunəvi bir şagird idi. Həm əxlaqına görə, həm biliyinə, savadına görə. Bütün uşaqlardan fərqlənirdi. Hər cəhətdən fərqlənirdi Mais. Maislə eyni vaxtda biz uşaq bağçasında olmuşuq. Ondan sonra uşaq bağçasından sonra 1-ci sinifə də biri gelmişik, bir parta oturmuşuq onunla. Mais tələbə vaxtında da mən gedirdim, o tez-tez yoxlayardı, o darıxardı bölümdə. Sonra dərsdən çıxardı gün ortasında, günün ikinci yarısında mütəmadi olaraq hər həftədə 1-2 dəfə də görüşürdük onunla. Ona görə ki, bir-birimiz üçün çox darıxırdıq. Ayrı yaşaya qala bilmirdik onunla. Maisin itkisi mənim üçün çox ağırdı. Çox ağır oldu mənim üçün. Mənim xatirimdədir, 5-6 oxuyanda, o 6 oxuyanda mən 4 oxuyurdum. O gəlirdi evə, bir kez çörək yiyirdi. O humanitar kitabları düzürdü sorun üstünə, çörək yiyirdi vaxtında. Gözü ilə belə baxırdı, hamısını bilir, yadında qalır. Yəni, qeyri-adi yaddaşı var idi. Orta məktəbi qızıl medala yaxın sayılmağı ərəfəsində idi. Universitetdə oxuyanda da tələbə yoldaşı olmuşuq. Həm mən ona qardaş olmuşum, həm yoldaş olmuşum. O dövrdə də. Onun sənəti ancaq kitabı idi. Axundov kitabxanasının üzvü idi. Gün orada keçərdi. Mais müəllim Qalaqayın kəndi orta məktəbində 2 il ədəbiyyat müəllimi oldu. Bizim həmişə rayonda bölgə iclasları keçirilirdi. Bütün fənlər üzrə. Mən Mais müəllimi orada tanıdım. Mais müəllim həqiqətən öz işinin ustası idi. Ədəbiyyat fənnini gözəl bilirdi. Söz adamı idi. Və mən bilirdim ki, Mais müəllim bu Sabirabad rayonuna çərçivəsində qalmayacaq. O elmin dalınca gedəcək. Və belə də oldu. Tədqiqat yolunu seçdi. Türkiyəyə qədər yol keçdi. Və əsl turançı kimi, araşdırıcı, tədqiqatçı kimi öz sözünü dedi. Mais Əlizadə ömrünü təkcə jurnalistikanın ağır yükünə yox, Azərbaycan həqiqətlərini dünyaya çatdırması missiyasında həsr etmiş bir söz mücahidi idi.
o erməni işğalının iç üzünü açmaq üçün illərlə faktlar toplayıb, yüzlərlə şahidin səsini beynəlxalq media daşıyıb. Qarabağın vandallar tərəfindən dağıdılmış, virana çevrilmiş əməllərini insanlığın yaddaşına həkk etmişdi yazıları ilə. Başkentin içerisine kadar yani böyle taburlar buraya kadar geldi ve Şuşa Türk özel timlerin eğittiği hem Türk özel timleri hem de Türk özel timlerin eğittiği Azerbaycan askerlerinin süngüyle ellerinde hiçbir silah olmadan çünkü platodur burası Şuşa tırmanarak kurtarıldı. Fakat 9 Mayıs'ı 10 Mayıs'a bağlayan gece Azerbaycan, Ermenistan ve Rusya liderinin teşebbüsüyle girişimiyle bulunan bir şey bir anlaşma imzaladılar. Bu anlaşma ateşkes imzalandı ve sınırda burada bekleyen Rus askeri birlikleri barış gücü adı altında 1960 asker Azerbaycan sınırları içerisinden girerek buradan Han kentine kadar ve buraların tamamını kendi kontrolü altına aldı. Maalesef burada Ermenilerin 1992 26 Şubat'ta soykırım yaptığı Hocalı kasabası da vardır. Şu anki Rus işgali altında, Rus askerlerin kontrolü altında 5 kilometre eninde 65-70 kilometre derinliğindeki bir alan Rus ordusunun kontrolü altına geçti. Türkiye de burada kendi girişiminde bulundu. Yani Türk ordusu da olsun orada diye. 16 Kasım 2020 yılında Sayın Cumhurbaşkanı Türkiye Büyük Millet Meclisi'ne tezkere gönderdi. 2000 Türk askerin yurt dışına gönderilmesiyle ilgili. 17 Kasım'da meclis karar aldı fakat bir türlü Türk asker gidip buraya yerleşemedi. Sadece aşağıda burada işte Rus-Türk ortak 60 kişiden ibaret Türkiye'nin orada 34 asker bulunmaktadır. Şu anki sıkıntı Rus ordusunun askeri birliklerinin başlangıçta sözüm ona 1960 askerdi fakat sayısının en az 5000 olduğu belirtiliyor. Buraya yerleşerek Azerbaycan sınırları içerisinde bak bunlar tamamen işgalden kurtarılmış bölgedir. Azerbaycan sınırları içerisinde burada bir hakimiyet kurmasıdır ve sürekli 200 küsür seneden beri Kafkasya'da izlediği politika yani oradaki küçük milletleri birbiriyle çatıştırıp vuruşturup bundan menfaat sağlamak, daha güçlü olmak, daha oradaki kontrolü, hakimiyetini pekiştirmektir. Şu anki sıkıntının tamamı bundan kaynaklanıyor. Yani nasıl derler bize tavşana karşı taziyat tut politikası güden Rusya şu anda nihai barışın sağlanmasına da ve buradaki izlediği politika dolayısıyla şimdi Azerbaycan burayı kapatıyor, buradan yardım göndermeye çalışıyor fakat buradan engelliyor Rusya. Bir bakıyorsunuz burayı açıyorlar, burada bir çatışma yaşanıyor. Şu anki sıkıntı Azerbaycan toprakları içerisinde yabancı ülke askerlerin bulunmasıdır. Mais Əlizadə bütün yaradıcılığı boyu müxtəlif media platformalarında yayımlanan məqalələri, reportajları ilə Azərbaycanın səsini pərdəsiz, qorxusuz, yalanın üstünə işıq salan bir güzgü kimi göstərirdi. Mais bəy üçün həqiqəti yazmaq nə şöhrət idi, nə də gündəmlik. Bu vətənə borc, gələcək nəsillərə əmanət ediləcək milli yaddaşın qorunması idi. O qələmi ilə döyüşüb, xarici auditoriyalarda Azərbaycanın haqq işinə inamı gücləndirirdi. Və bugün əldə etdiyimiz böyük zəfərin tarixində Mais Əlizadənin də zərrə qədər olsa belə payı var. Çünki haqq səsini dünyaya çatdıran hər bir qələm sahibinin zəhməti bu zəfərin görünməyən amma dəyərli tərəflərindəndir. Ona görə də Mais Əlizadə həm peşəsinin fədaisi, həm də Azərbaycan həqiqətlərinin səfiri kimi yaddaşımızda yaşayır və yaşayacaq. Biz 1993 ildə Mais Bey'in şiirlə əlaqədar olaraq İstanbul'a gəldik. Mais Bey Azərbaycanda baş verən elmi, siyasi, mədəni hadisələrdən heç uzaqlaşmadı. Öz yazılarıyla onlara fikrini bildirdi. Haqqı, ədaləti müdafiə edən yazılar yazdı. Ve hiçbir zaman haqq, ədalətdən, doğruluqdan, doğru sözdən vazgeçmedi. Nəsihətində biraz rahatsızlıklar baş vermeye başlamıştı, ürəyə rahatsız edirdi onu. Ama həkimə getmək istəmədi asla. Çok peşekar sənətinə, yazılarına sevdalı bir, jurnalistikaya sevdalı bir Azərbaycan vətəndaşıydı. Ama həkimə getməkdən niyəsə belki de qorxurdu. O kadar büyük yazılar yazdı ama küçük bir hekim muayenesinden geçmek istemedi. Yani Azerbaycan da bence adı Azerbaycan jurnalistikası var olacağı sürece onun adı var olacağını inanıyorum. Mais Əlizadə bizim yeni müstəqillik dövründə
uç kimi parıldayan bir qələm adamlarından biri idi. Həm informasiya sahəsində, həm analitik yazı, həm tənqidi yazılarıyla Mais bizim jurnalistikamızın keyfiyyət daşlarından biridir. Onun ruhunda bir cumhuriyyətçilik var idi, bir azadlıq var idi. Mənə elə gəlir ki, Mais bəyin qələmi bax o azadlıqdan, o dürüstlükdən, vicdandan, o cumhuriyyət ruhundan qidalanırdı. Çox ədalətli adam idi. Yazılarında elə nüansları verirdi ki, məsəl üçün o çox adamın ağlına gəlmirdi. Vəzifə adamlarına, rüşvətxorlara, yolunu azmış məmurlara qarşı çox barışmaz idi. Yəni onun təkcə elə sosial şəbəkələrdə yazdığı statuslar kifayətdir ki, biz Mais bəyin obrazını görək. Azərbaycanın bir növ belə mənəvi səfiri idi Türkiyədə. Heç ağlıma da gəlməzdi ki, bir neçə il sonra yenidən bu masaya əyləşərək Mais Hoca ilə, Mais Əlizadə ilə neçə illər məhz bu masadan canlı bağlantı qurub onun fikirlərindən faydalanmışdı. Bax, bugün 2 il, təxminən 2 il sonra bu masaya əyləşib onunla bağlı öz xatirələrimi danışıram. Onunla bağlı onun xatirəsinə əsr olunmuş film üçün. Bax, bu ağlıma gəlməzdi. Mais Əlizadə gerçəkdən, Mais hocamız bizi çox erkən tərk elədi. Ona həm bizim, həm millətimizin ehtiyacı var idi. Neçə 10 illik idi, taleyini Türkiyə bağlamışdı, qardaş Türkiyəyə. Necə ki, bizim vaxtilə Cumhuriyyət qurucularımız da özlərinə pənah kimi məhz Türkiyəni seçmişdilər. Mais Əlizadə o qədər sədaqətli idi ki, məhz bizə vaxtilə öz qələmi ilə tanıtdırdığı, bizə yox, bütün topluma tanıtdırdığı, eynən Mövsüm Əliyev kimi, Aydın Balayev kimi, Şirməmməd Hüseynov və digər Cumhuriyyət qurucularımız haqqında yazan kişilər kimi Mais Əlizadə, bax, Məhəmməd Əmin Rəsulzadənin, milli liderimizin anım günündə həyatını itirdi. Bəlkə də bu ölümü ilə belə sədaqət nümunəsini ortaya qoydu. Mən düşünürəm ki, çağdaş jurnalistikamızın adı gələndə Mais Əlizadənin adı hər zaman şərəf, ləyaqətlə yanaşı çəkiləcək. Mən düşünmürəm ki, o nə vaxtsa öz qələmini yalana qurban verib. Çox təəssüflər olsun ki, Mais bəy, Mais Əlizadə son illərə qədər bax buna qarşı da mübarizə aparırdı. Onun gözündən hər hansı bir yalan qaçmırdı və mənimlə də bölüşürdü və digər onun sayğı duyduğu insanlar da öz fikirlərini bölüşürdü. Onun həyat kredosu bax belə idi. Və mən düşünürəm ki, nə qədər ki millətimiz var, nə qədər ki Azərbaycan var, Türkiyə var, onunla da hər zaman sayğı və sevgi ilə anılacaq. Necə ki, onun da sevdiyi dostu Xəlil Rza bir zaman demişdi ki, neft nə qalacaq, nə şər qalacaq. Əsl kişilərdən əsər qalacaq. Çör-çöpü sahilə tullayır dəniz, dənizin dibində gövhər qalacaq. Mais Bey İstanbul'a Hanlar Bayramov'dan sonra gelen ilk jurnalist ve televizyon programcılarındandır. Yakın zamanda kaybettiğimiz Profesör Doktor İbrahim Yıldırım Bey ile birlikte bundan 17-18 İlkabah otağımızı ziyaret etmiş, sonrasında da sık sık ziyaretime gelirdi. Ali Bey Hüseyinzade ile alakalı hiç kimseye konuşulmamış olayları ilk defa Mais Bey'e anlatmış ve şimdilik hiç kimseye danışılmamasını rica etmiştim. Birkaç ay sonra Mais Bey zengeyleyerek, Kerim Bey, sizi Ali Bey Hüseyinzade'nin kızı ile Feyzaber Hanım ile rahatsız etmek istiyoruz. Müsait bir zaman ve söyleniniz zamanını söyleyin dedi. Bugün Feyzaber Hanım 90'lı yaşlarındaydı. Otağımıza gelince mehettel oldu. Kendilerine bu otağın 110 seneden beri aynen muhafaza edildiğini, babanızın 2 il 1901-1903 yılları arası Abdülhamit Han'ın zulmet ve şiddetinden
babam Hacı Baba Genceli'nin misafiri olarak burada yaşadığını ve bu olaylardan hiç kimsenin hayat boyu haberdar olmayacaklarına dair iddiaçı yemin ettiğini kızına anlattım. Dakikalarca ağladı. Bu olaydan sonra Mayıs Bey, Baki Fatihi Nuri Paşa'nın kabrinin açılış toplantısını Atilla Oral Bey ile birlikte organize ettiler. Mayıs ilk geldiği yıllarda tanıdım. İlk önce bir boya falan satıyordu yağlı boya. Yani 90'cı yıllarda. Evet. Ondan sonra da dost olduk. Birbirimizle o bana can, ben de ona canan. Yok ciğerim, o benim canım, ben onun ciğerim. Hitap şeklimiz öyleydi. Canım ciğerim. Sergilerinizde iştirak edirdi mi? Sergilerimde hep yazardı, evet. Evet, önemli sergiler gelir hep gazetelerde yazardı. Salam Mayıs Bey. Dəfələrlə görüşümüzün hansı bir təqdimatlar reallaşacağını düşünürdüm. Sizi burada, bu məkanda ziyarət edəcəyimə inana bilmirəm. Aylar keçir cismən yoxluğunuzdan. Sizin yoxluğunuzu ailəniz, əzizləriniz, dostlarınız bir cür çəkir. Yetim qalmış jurnalistkamız da bir başqa cür. Söz vermişdiniz ki, jurnalistkamızın 150 illik yubileyi ərəfəsində mənə geniş, həm də heç vaxt heç yerdə demədiyiniz faktları açıqlayacaqsınız. Kədərə boğan qəfil gedişiniz yetərincə sarsıtdı bizi. Ancaq mən yazılmamış müsahibəni bu sözlərlə bitirəcəkdim. Mayıs Əlizadə çağdaş jurnalistika tariximizdə qələminin kəsəri ilə, dürüstlüyü ilə, xeyirxahlığı ilə, təmənnasızlığı ilə örnək oldu. Bu örnəyin mayası gərgin fəaliyyət və böyük zəhmətin nəticəsi idi. Söz sənətimizdə qeyri-peşəkarları, qələmini qazanc mənbəyinə çevirənləri, jurnalist mədəniyyətindən, etikasından bir xəbərləri gördükcə yerini çox görünəcək Mayıs bəy. Bir Mayıs Əlizadə var idi. Dəyərlər uğrunda mübarizə aparan, bu yolda yıxılsa da, döyülsə də əyilməyən Mayıs Əlizadə. Bir Mayıs Əlizadə var idi. Qələmini süngüyə çevirən, jurnalistkamızın şəhid Mayıs Əlizadəsi. Rahat uyuyun, işıq adam, rahat uyuyun. Gerçəkdən bir Mayıs Əlizadə vardı. Bizim üçün hər zaman yeri görünən, bəlkə də yeri heç zaman doldurula bilməyən Mayıs Əlizadə. Bugün bir real həqiqət var ki, Mayıs bəyin Azərbaycanın Türkiyədə səsi Mayıs bəylə gedib. Bugün bu qədər reallıqlar, bu qədər çətinliklər müqabilində təəssüflər olsun ki, reallıqlarımızı, çətinliklərimizi, problemlərimizi Mayıs bəy qədər Türkiyədən yayan ikinci bir şəxs yoxdur. Bayaq da dedim, 32 il Azərbaycandan uzaqda yaşasa da 32 il Azərbaycansız yaşamadı. Azərbaycan dərdlərinə Türkiyədə tərcüman oldu. Düşünürəm ki, artıq Jalə xanımı eşitməyin zamanıdır. Jalə xanımı dəvət eləyək. Jalə xanım həm filmi, həm kitabı ərsəyə gəlməsində çox zəhmət çəkib. Buyurun Jalə xanım. Mən bir daha hər şeydən öncə hər birinizə ayrı-ayrılıqda təşəkkür eləmək istəyirəm. Zaman ayırdınız, bugün bizimlə oldunuz və sizin gəlişiniz mədəniyyətimizə olan verdiyiniz dəyərdir. Sənətkara verdiyiniz dəyər kimi qiymətləndirirəm. Təşəkkür edirəm. Bugün burada bizim jurnalistkamızın nəhəng simaları var. Qulu müəllim, xoş gəlmişsiniz. Burada mənim tələbə yoldaşlarım var. Mənim dəyərlim Bədirxan müəllim, professor Səttar müəllim, şairimiz Akif müəllim. Hər birinizə təşəkkür edirəm. Mayıs bəyin ailəsi buradadır. Gələ bilməyənlər də var. Mən nə deyim? Filmi montaj eləyəndə Etibar bəy dedi ki, Jalə xanım, heç nə kəsmədim. Əlavə eləmək istəyirsən, çünki aydın məsələdir, mətin də mənimdir.
Dedim bir şey istəyərdim, amma onu heç cürə əlavə edə bilməzsiniz. Dedi, o nə deməkdir? Dedi, nə deyirsən, kəsək, əlavə edə. Dedim, yox, mən bir içindəki sənətkara olan, ustadımıza olan saygıdım. Bir də Tərənə xanımı heç vaxt görməmişdim. Tərənə xanım yeri gəlmişkən, mən Akif buradadır, Bədirxan buradadır, bilir. Böyük müəllimimizin, bizə ləyaqət öyrədən, elmi öyrədən Quşdan müəllimin qızıdır, Nərgiz xanım buradadır. Və Tərənə xanımı Mais bəyi dəfn eləyəndə gördüm, ekrandan gördüm. Kitabın içində elə də yazdım. Sadəcə yarım profili ilə o kübarlığı, o ləyaqətini hiss elədim, gördüm və əmin oldum. Dəfələrlə həyatda sonra görüşdük. Dedim, onu yansıda bilməzsən. Nə sözlə yansıda bilərəm, nə də çəkilişlə. Təşəkkür edirəm bir daha. Mais bəy haqqında demək istədiklərimi siz kitabda dediniz, sağ olun. Və mən də bacardığım qədər bu filmə sığışdıra bildim. Bizim bugünkü gecəmizdə böyük şairimiz, böyük şəxsiyyətimiz Şahmar Əkbərzadənin xanımı buradadır. Mələk xanım, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz, şərəf verdiniz, sağ olun. Və mən Rüfətcəm, bu qədər istəyirəm dostlar danışsın. Çox sağ olun, təşəkkür edirəm, sağ olun. Həm filmə görə, həm Mais Ərzadəni bizim üçün əbədləşdirdiyinizə görə mən sizə təşəkkür edirəm onun dostlar adından, onu tanıyanlar adından. Əgər etiraz etməzsə, qısa-qısa çıxışlara başlayaq. Çünki əksər burada iştirak edənlər bu kitabda öz fikirlərini ifadə ediblər. Elə Qulu müəllimdən başlayaq. Hörmətli Qulu müəllim, buyurun, söz sizindir. Professor, filologiya elmləri doktoru Qulu Məhrəmli. Hamınızı salamlayıram. Sözün açığı film çox təsir elədi. Təsirliyi o deyil ki, böyük kampanyası qurulub, o deyil ki, çox səmimi bir mühitdə çəkilib. Mən orada çox böyük bir sevgi gördüm, səmimiyyət gördüm, qədir bilənlik gördüm. Jalə xanımın sözləri. Yəni, ekran estetikası baxımından çox iradlar tutmaq olar ki, bu belədir, bu elədir. Amma elə filmlər var ki, orada hər şey var, amma səmimiyyət yoxdur, doğmalıq yoxdur. Bu filmin havası çox gözəldir. Jaləyə xüsusi təşəkkür edirəm. Çünki hamı danışa bilər, amma kimsə qol biləyini çirməli bir şey girişəndə və sevgi ilə girişəndə çox gözəl deməli ekran əsəri alınır. Mais bəylə biz az-az görüşsək də çox yaxın münasibətimiz var idi. Xüsusən bir müddət Turan Agentliğinin, sonra APA'nın xüsusi müxbiri olmuşdu, materiallar yazmışdı. Bəzi qəbullarda bir yerdə olmuşuq. Yəni, sözün həqiqi mənasında jurnalistikaya bir var, belə diplom alıb gəlirsən, bir də var ki, böyük praktikadan keçib gəlirsən. Mais jurnalistikaya publisistikadan gəlmişdi. Yəni, çox böyük həyati və intellektual hazırlığı var idi. Və cəmiyyəti çox yaxşı tanıyırdı. Xüsusən Türkiyə köçəndən sonra o Azərbaycan cəmiyyətini kənardan çox dərin görə bilirdi. Rengen kimi görürdü. Hamını tanıyırdı. Tendensiyaları görürdü. Çox böyük xidmətlər var. İndi onun əsərlərini yəqin ki, toplayıb bir yerə yığanda Mais'in böyüklüyü, düşüncəsinin aydınlığı, dərinliyi görünəcək. Mən hətta düşünürəm ki, məsələn, Facebook'da yazdıqlarını bir yerə toplasan, əməlli başlı bir əsər alınır. Çünki indi dəbdədir, qələmsiz yazılanlar. Bu Umberto Eco kibritə yazılan qeydlərdən sonra bu yayılıb indi hər yerdə bu cür kitablar buraxırlar. Bizdə də var o cür kitablar. Hesab edirəm ki, Mais'in də o cür kitabı olsa, belə anında düşüncənin ifadəsi çox gözəldir. Çünki onu sonra rəndələmək, sonra cilalamaq
cilalamağa ehtiyac olmur. Çünki anında deyilən söz, yəni o həyatın o məqamını çox dürüst ifadə edir. Mən burada filmdə də dedim, Mais bəy bir cümhuriyyət adamı idi. Yəni 91-ci ildə Rəsulzadənin əsərləri təzə-təzə bu cəmiyyətə ayaq açanda onu işləyib, hazırlayıb, ortaya getirib çap edənlərdən biri Mais bəy idi. Şəxsi planda da çox belə münasibətlər vardı. İnsanlar haqqında çox yüksək düşünürdü. Xüsusən dostlar haqqında, sevdiyi adamlar haqqında belə dərin sözlər deməkdən çəkinmirdi. Bir də çox yaxşı ünsiyyəti var idi bunun, həm Türkiyədə, həm burada. Türkiyədə o universitet yox idi ki, Mais bəyin orada yaxınları, tanışları olmasın. İstanbul Universitetində əvvəllər deməli, jurnalistika fakültəsinin dekanı vardı, Aysel xanım Əziz. Onunla çox yaxşı münasibəti vardı. Bu kitabda məncə gedib Aysel xanımın, mən xahiş elədim, çünki Aysel xanım buradaydı. Bizə konfransa gəlmişlər, orada deməli, Mais bəylə çox kədərləndi, sözün açığı, çox belə ürəkdən belə sarsıldığını gördüm də, yəni çox ağır keçdi o xanım. Dedi dəfələrlə ki, bizim əlaqələrimiz keçmiş Sovet Respublikaları ilə əlaqələr qurmaq lazım olanda Mais ortaya çıxırdı. Azərbaycanla o cümlədən. Bu pandemiya günlərində idi. Mənim də bir kitabım çıxırdı Türkiyədə. Maisdən xahiş edim ki, o baxsın o kitaba. Çünki hamı elə gəlir ki, Türkçe yaxşı bilir. Amma orada xüsusi adlar var, xüsusi o fonetik səslər var, hərflər var. Onlar düz ifadə olunmalıdır. Nəsə baxdı, elədi, özünün yazmağı ilə, özünün maraqlanmaqla kifayətlənmədim. Bir neçə professor da cəlb elədi ki, qoy onlar da baxsın, yəni yaxşı alınsın əsər. Yəni sözün həqiqi mənasında sevgi adamı idi. Burada onun orta məktəb müəllimləri danışdı. Mənə gəlir ki, orta məktəb müəllimləri həmişə səmimi danışır. Çünki onlar o şagird vaxtını, o təmiz, dürüst vaxtı çox gözəl görürlər, duyurlar və özlərini hopduranda onu gözəl ifadə edirlər. Allah rəhmət eləsin. Mən onun xanımına, ailəsinə, yaxınlarına nə qədər gec də olsa yenə başsağlığını vermək olur. Amma bir şeylə təsəlli tapırsan ki, Mais'in adı, Mais'in yazdıqları, Mais'in dostları, Mais'in ardıcıları, düşüncələri bugün Azərbaycan üçün bir sərvət. Yəni onları toplamaq, üzə çıxartmaq və çap eləmək çox önəmlidir. Sağ olun, hamınıza təşəkkür ederim. Bu mənim çox sağ olun, təşəkkürlər. Belə Vaqif müəllimlə davam eləyək. Bizim həm də bu gün musiqi nömrəmizdə olacaq. Kitabın redaktoru öz fikirlərini bizimlə bölüşəcək. Buyurun Vaqif müəllim. Hər kəsə təşəkkür edirəm. Sizə xüsusi təşəkkür edirəm Şalə xanım. Belə gözəl kitab yazıb hazırlaya bilmisiniz və bu cür gözəl film çəkmisiniz. Qulu bəy də çox doğru qeyd elədi. Yəni bu filmdə heç nə artıq gəlmir adama və film olduğunu da görmürsən və elə bilir ki, o hadisələrin içərisindəsən. Mənim tələbəlikdən Mais bəylə bağlı xatirələrim var. Mən biraz Mais bəydən yaşca bir neçə yaş böyük idim və universiteti qutaranda da dərhal universitetdə qalmışdım. Onda Mais bəy iki kurs məndən aşağıda oxuyurdu. Amma mən gördüm ki, Mais bəy, mən o zaman hələ müəllimlərlə doktoranturada oxusam belə, müəllimlərlə hələ düz əməlli dil tapmadığım dövrdə Mais bəy fakültənin professorlarından oturardı, durardı, özündən yaşca böyük adamlarla əlaqəsi ünsiyyəti var idi. Vaxt çox sürətlə keçdi əlbəttə. Azərbaycanda universiteti bitirəndən sonra Mais bəy doktorluq, fəlsəfə doktorluğu müdafiə elədi, folklorla bağlı və onu da qeyd edeyim ki, bir neçə il öncə o məndən xahiş elədi ki, o mətnin surətini çıxarıb göndərəm ona. Onu da mən getdim, akademiyanın kitabxanasından çıxartdım, onu çap olundu, olunmadı bilmirəm, yəqin ki, çap olunmayıbdı. Yəni özünə yazdıqlarının yayınlanmasına mətbuatda qalıb, amma onların toplu halda çatdırılmasına o qədər də önəm vermədi. Və bir xatirəm də var ki, Kəlbəcər, Mais bəy diplomatik işləyirdi artıq və Kəlbəcər işğalı olanda mən Türkiyəyə getmişdim. Yadımdadır ki, İstiqlal Caddəsində o vaxtda Azərbaycan səfirliyi orada yerləşir, konsulluq orada yerləşirdi. Mais bəy ilə bir yerdə getdik, orada
müxtəlif ölkələrə yadımdadır. Kəlbəcərin işğalı ilə bağlı teleqramların vurulması o dövrdə yadımdadır. Mais bəy nə qədər ki Azərbaycanda idi, Türkiyəni Azərbaycana tanıtmağa çalışırdı. O cümlədən mühacirətin irsini Azərbaycana tanıtmağa çalışırdı. Cumhuriyyət quranların və Türkiyədə mühacirətdə yaşayanların irsini Azərbaycanda tanıdırdı. Türkiyə gedəndən sonra isə Azərbaycanı Türkiyədə tanıtmağa başladı. Türkiyədə vətən kimi baxırdı. Mustafa Cəmilin sözü var o Qazaq türklərinə. Deyir, hər bir türkün iki vətəni olmalıdır. Biri doğulduğu ölkə, ikincisi Türkiyə. Və Mais bəy də Türkiyə böyük vətən kimi baxdığına görə o ölkənin qüsurlarını da deyirdi. Necə ki Azərbaycandakı problemləri Türkiyədə deyirdi və Türkiyənin də qüsurlarını elə türklərin özünə deyirdi. Və bəzi məsələləri onları öz problemlərini özlərinə tanıdırdı və bəzi dəyərləri də özlərinə tanıdırdı. Mənə çox Mais bəy deyəndə Türkiyə yadıma gəlir. Uzun gecə söhbətlərimiz yadıma gəlir. Ayda ən azı bir dəfə söhbət eləyərdik. O söhbətlər bitməzdi. Azərbaycanı da, Türkiyəni də dərindən tanıyırdı. Mais bəylə o məzarları bir yerdə gəzmişdik biz. Rəsulzadənin məzarında dəfələrlə olmuşduq Ankarada. Nuru Paşanın, Əli bəy Hüseynzadənin, Əhməd Bəyəğoğlunun o ən axırıncı dəfə konfransa gecə getmişdik. Qaranlıqda o məzarlığı ziyarət elədik, Feriköy İslam məzarlığında. İndi o sırada Mais bəyi görmək çox ağırdı. Çox ağırdı. Mais bəy son dövrlərdə bir neçə kitabın ön sözünü mənə verdi. Azərbaycan Nəsr Antologiyası, Rüstəm bəy İbrahim bəyovun özünün hazırladığı kitabı, Əhməd Cavadın Türkiyədə yayınlanan kitabının ön sözünü mən yazdım. Sonra Yusif Vəzir Çəmənzəminin iki od arasında romanını yazdı və altından da yazdı. Bunu da müzakirə elədik. O Şuşa işğaldan təzə azad olunmuşdu. Altından yazdı. İki alev arasında Şuşanın romanı. Romanın üstündə belə gedib Çəmənzəminin kitabının üstündə. Onun da ön sözünü mənə verdi. Və mənim bir romanımı da çevirdi. Hazırladı, çap olundu Türkiyədə. Səhra Savaşı adlı. Özdə bu məsələlərdə tələsmirdi. İstəyirdi ki, hər şey ən yüksək səviyyədə olsun. Allah Mais bəyə rəhmət eləsin. Bilirsiniz, millətin oxucusu varsa, oxucu nədir? Oxucu elə belə şey deyil, yəni yerindən duran kitab oxumasına getmir. İntellektual oxucudan gedir, araşdırıcıdan gedir, tənqidçidən gedir. Yəni Jalə xanım kimi fədakar insanlardan gedir. Millətin oxucusu varsa, Mais bəy kimi insanlar, fədakar insanlar yaşayacaq, üzə çıxacaq və gələcək nəslə çatdırılacaq. Və inanıram ki, belə insanlar olacaq. Necə ki, bu Jalə xanım bunlara bir örnəkdir. Sağ olun, diqqətiniz üçün təşəkkür edirəm. Mais hocamız həm də bir Turan sevdalısı idi. Azərbaycanda son zamanlar Turan ifadəsi, türkçülük qavramları biraz fərqli anlaşılır. Amma biz Turan deyəndə gözümüzün önündə 19-cu əsrin sonlarında çarizmə qarşı mübarizənin önünə keçən, o zaman Bağçasarayın bələdiyyə başqanı olan İsmail bəy Qaspıralı gəlir. Yəni, dövrün iqtidarına qarşı ortaya mübarizə qoyan bir cəsarətli kişilər. Bizim gözümüzün önünə Əli bəy Hüseynzadə gəlir. Bizə bayrağımızın ideya babası, bizə böyük bir irs qoymuş kişi. Əhməd Bəyəğoğlu gəlir, Yusuf Aksura gəlir. Və təsadüfi deyil ki, Mais bəy də bu ideallara sayğı ilə yanaşan, bizə o idealları günümüzə gətirib çatdıran böyük kişilərdən biri idi. Və onun bugünkü anım mərasimində bir Turan sevdalı müğənnimiz, dəyərli Nuriyə xanım da iştirak edir. Nuriyə xanımı eşidək. Buyurun Nuriyə xanım. Dəyərli qonaqlar, mən də hər birinizi ürəkdən salamlayıram. Jalə xanımıza dərin təşəkkür edirəm ki, tapşırıqsız, belə deyək, sponsorsuz, kiminsə istəyi ilə, bir insanın özü həyatda yoxdur, amma o adam haqqında, qiymətli bir insan haqqında bu qədər əziyyət çəkmişsiniz, bu qədər materialları toplamışsınız və filmi izlədik, film çəkmişsiniz. Bunlar hamısı asan məsələ deyil, bugünkü gün bunlar hamısı çox çətindir və siz bunu etmişsiniz, çünki özünüz dəyərlisiniz. Bir insan əgər özü dəyərlidirsə, qarşısında olan dəyərli insanları da qiymətləndirməyə bacaracaq.
Mais müəllimə gəlincə, mən Mais müəllimi 2012-ci ildə Facebookdan tanımışam. 2009-cu ildə Beynəlxalq Muğam Mərkəzində türk dilli xalqların muğam festivalı keçirilirdi və mən orada Şüştər muğam dəstgahını ifa etmişdim. Və bu dəstgahı UNESCO-da bu kompakt disk şəklində çıxartmışdılar və orada da indi də var, qoruyub saxlayırlar. Hansısa bir Fransada bir sayt onu YouTube səhifəsində paylaşmışdı, mənim ifamı, Şüştər muğamını. Mais müəllim bunu araşdırırdı, bəli, o bunu orada dinləmişdi. Bir gün gördüm ki, mənə Facebookda bir məktub gəlib, açdım, oxudum, gördüm ki, Mais müəllim mənə yazıb ki, Nuriyə xanım, mən sizi tanımırdım, məhz bu ifadan sonra tanıdım ki, Azərbaycanda belə bir müğənni var və mən deyərdim ki, Şüştər muğamının sizin kimi ikinci bir ifaçısı yoxdur. Bunu nə qədər gözəl oxumusunuz və mən də təşəkkür elədim və o gündən bizim tanışlığımız başladı. Mais müəllim elə bir insan idi ki, bəzən insan, elə adamlar var ki, məsələn, sənə yazırlar, tanış olmaq istəyirlər, amma Mais müəllim çox tərbiyəli bir insan idi. O qədər mədəni adam idi. Yəni, onunla danışanda, ona cavab yazanda elə bilirdin ki, doğmalarından birindən danışırsan, yad bir adam deyil sənin üçün. Və mənə həmişə hörmətlə yanaşırdı. Yəni, tanışlıq belə başladı, sonra mənim yaradıcılığımı izlədi. Özümün xarakterimi zamanla gördü. Türkiyədə olan tədbirlərə biz gedirdik, qatılırdıq və əlbəttə həmişə mənə bir tövsiyəsi var idi ki, Nuriyə xanım, heyfdir, bu səs hər yerdə xərcləmə. Yəni ki, bu səs o qədər qiymətlidir, hər yerdə oxuma. Və çox böyük hörmət bəslədiyim bir insan, Azərbaycanı özündən çox sevən bir insan. Mən heç onun ailəsini də tanımırdım. Yəni ki, özünü Facebookdan tanıyırdım, belə deyək. Və bir dəfə, Allah rəhmət eləsin, Qənirə xanım, mən Ankarada konsertdə idim. Mənə dedi ki, sənin biletini dəyişdirik, Bakıya getmə, tez İstanbula gəl, Nuri Paşanın qəbrinin açılışında iştirak edəcəyik. Mən İstanbula gəldim və Mais müəllimi də orada yenə gördüm. Və orada bildim ki, onun çox böyük əməyi var. Bilirsiniz, bəzən insanları birləşdirən onun əqidəsidir, onun xarakteridir, düşüncə tərzidir, həyata baxışıdır və Mais müəllim təmənnalı insan deyildi. Qarşısında olan adama bir yaxşılıq eləsin, ondan nəsə umsun, belə bir insan deyildi. Hətta Hüseyn Cavidin yubileyi ərəfəsində mən ondan xahiş etdim ki, bəs Mais müəllim, siz orada elə bir qurumla danışa bilərsinizmi? Və yaxud Hüseyn Cavidin özünün oxuyub İstanbul Universitetində, bəlkə biz onun bir gecəsini keçirək. Dedi ki, mən danışıb deyəcəm. Və o danışdı, alınmadı. İstanbul Şəhər Bələdiyyəsi ona söz vermişdi ki, biz sizə zalı hədiyyə edə bilərik, təmənnasız. Və biz Bakıdan bir neçə insanlar, musiqiçilər, Allah Tağı müəllimə, Tağı Əhmədova rəhmət eləsin, Tağı müəllimin sponsorluğunda biz Bakıdan İstanbula yola düşdük və Hüseyn Cavidin gecəsini orada keçirtdik. Çox gözəl bir konsert oldu. Bilirsiniz, çox danışmaq olar, çox xatirələri demək olar və bütün məqalələrini mənə göndərirdi ki, Nuriyə xanım, mən bilirəm, siz də oxumursunuz. İşiniz çoxdur, bütün günü qaçırsınız ora-bura. Amma göndərirəm, vaxtınız olanda oxuyun. Və əlbəttə ki, mən bir gün bu Şüştər muğamını axtarışa verdim. Tələbəm istəyirdi ki, ona qulaq asıb öyrənsin. Tapa bilmədim YouTube-da. Yazdım ki, Mais müəllim, bəs mart ayı idi, martın 3-ü idi, belə ikisi idi, bilmirəm. Dedim, mən nəsə tapa bilmirəm bu dəstgahı, bəlkə siz tapıb mənə göndərəsiniz. Onun səs mesajı məndə hələ də qalır. Bir səs mesajı göndərdi, dedi ki, Nuriyə xanım, ayıb deyil, o nə sözdür? Niyə utanırsan, mən bu dəqiqə axtarıb tapıb bunu sənə göndərəcəm. Yəqin ki, o da onu tapmadı və mən həmin o titrəyən, xırıltılı, narahat səsi o qədər mənə pis təsir elədi. Mən dedim, geridən ona yazdım ki, bəlkə də uşaqları onu oxuyubdu, çünki onun telefonunda o səslər hamısı mən bilirəm ki, qalıb bu dəqiqə.
Mən səs göndərdim ki, ay Mais müəllim, niyə belə gəlir səsiniz? Sizə nə olubdu? Dedi ki, Nuriyə xanım, özümü çox pis hiss eləyirəm. Yəni heç gecə yatmamışam, ürəyim nəsə heç sözümə baxmır. Mən də deyirəm ki, ay Mais müəllim, hamı Bakıdan ora xəstəyə, həkimə gəlir. Gələnləri siz aparırsınız həkimə, niyə getmirsiniz həkimə? Dedi, nə bilim, gedib neyniyəcəm? Yəni, belə oldu ki, o muğamı da mənə heç göndərə bilmədi və bir iki gün keçdi üstündən. Yoldaşım mənə birdən zəng elədi ki, Nuriyə, Mais müəllimin atası rəhmətə gedib. Deyirəm ki, yox, onun atası çoxdan rəhmətə gedib. Deyir, axı o Facebookda yazıb ki, atamı kaybetdik. Deyirəm, ola bilməz, çünki mən bildiyim qədər onun atası rəhmətə gedib. Dedi, yox, mən indi oxudum. Çünki yoldaşım da tanıyırdı onu. Və mən gəldim ki, gördüm onu oğlu yazır, paylaşır ki, atamı itirdi. Mən sizə deyim ki, adam tanıdığı insanlar haqqında ölüm xəbərini eşidəndə kövrəlir, pis olur, beynindən 1-2 gün, 3 gün çıxarda bilmir ki, bu adam dünyasını dəyişdi. Mais müəllimin ölüm xəbəri eşidəndə mən elə hönkürümü bağlamışam. Və yoldaşımın özü də o qədər pis olmuşdu. Çünki həqiqətən biz onu çox istəyirdik, hər ikimiz. Elə bir insan idi, dəyərli insan idi, təmiz insan idi, ləyaqətli insan idi, savadlı idi, vətəni sevirdi, türk dünyasını sevirdi, bəşəri dəyərlərə çox böyük sevgi ilə yanaşırdı. O mənə o qədər dünya ədəbiyyatından nümunələr göndərirdi ki, Nuriyə xanım, oxuyun, bunlar sizə lazımdır. Və yaxud da rəssamlardan göndərirdi, muğamdan danışırdıq. Hansı bir dəstgahı, hansı bir muğam ifadəsi yüksək səviyyədə oxuyubsa, onları tapırdı, göndərirdi mənə ki, Nuriyə xanım, bir dinliyini görün, necə gözəl oxuyub. Yəni ki, musiqiçi olmayasan, musiqini bu qədər biləsən, musiqiyə bu qədər önəm, dəyər verəsən, belə insanlar çox azdır və belə insanlar həmişə qaçır, mütəvazi olur, gizlənir, özlərini çox göstərmirlər. Amma mən yenə də üst tuturam Jalə xanıma. Jalə xanım, nə yaxşı qədir bilən insanlar var, dəyərli insanları araşdırırlar, onları üzə çıxarırlar, onlar haqqında fikirlər söyləyirlər. Onların əməyini, zəhmətini hədər yerə qoymurlar getsin. Bax, sizin kimi bugün bir film nümayiş olundu, kitab ərsəyə gəlir. Bunlar elə belə şey deyil. Mən sizə o qədər dərin təşəkkür edirəm. Hamı ölüb gedəcək, heç kim qalmayacaq. Amma bir insanın izi qalırsa, bir insan nəsə qoyub gedirsə, demək ki, dünya hələ var, yaxşıların üzünə dünya hələ var, dünyanı idarə edən, dünyanı ayaqda tutan, yaxşılardır, yaxşılar, yenə də yaxşılar. Mən sizə dərin təşəkkür edirəm. Bilmirəm, yeri deyil, burada musiqi necə olacaq? O bilirəm ki, çırpınırdı Qaradəniz, baxıb Türkün bayrağını çox sevirdi. Maisbəyin ruhu burada da. Və bir dəfə mənə dedi ki, dedi Nuriyə xanım, bu mahnını dedi, bu əsəri dedi, səhifə oxuyublar, Üzeyir bəy belə yazmayıb. Üzeyir bəy dedi, bunu manəndi müxalif üstündə yazıbdır, notlarla dedi, dəqiqliyi ilə, necə varsa dedi, elə yazılıb dedi. Sadəcə ilk təqdimatı kim edibsə, çox səhv edibdir. Ensiklopedik bilik. Bəli, sonra mən həqiqətən onu araşdırdım, gördüm ki, Üzeyir bəy çırpınırdı Qaradəniz, baxıb Türkün bayrağına mahnısını manəndi müxalif seyyah pərdəsində yazıb və mən də çalışacağam ki, onu elə oxuyum. İndi oxuduğum fərqlidir, belə. Buyurun. Çırpınırdın Qaradəniz, baxıb Türkün bayrağına. Çırpınırdın Qaradəniz, baxıb Türkün bayrağına. Ah, ölmədən bir görsəydim, düşə bilsəm toprağına. Ah, ölmədən bir görsəydim, düşə bilsəm toprağına.
düştüm dost elinden. Yıllar var ki çarpar sinem. Vefalı Türk geldi yine. Selam Türk'ün bayrağına. Vefalı Türk geldi yine. Selam Türk'ün bayrağına. Kafkaslardan aşmışık biz, Türklü yaşam katmışık biz. Kafkaslardan aşmışık biz, Türklü yaşam katmışık biz. Türk'ün şanlı bayrağını Turan elden asmışık biz. Azerbaycan bayrağını Qarabağda asmışıq biz. Azerbaycan bayrağını Qarabağda asmışıq biz. Azerbaycan bayrağını Qarabağda asmışıq biz. Burada yəqin ki, şərait olsaydı, mən bir tar kamança ilə gəlib, onun ən çox sevdiyi dəstgahlardan biri və mənim ifamda Şüştər muğamını ifa edərdim. Amma çox təəssüf edirəm ki, bugün biz hər hansı bir tədbirlərə, harasa getsək, efirlərə, konsertlərə istədiyimiz şərait olmur ki, məsələn, biz orada istədiyimiz kimi çıxış eləyək, istədiyimiz olsun. Bugün isə Jalə xanım çox özü istədi ki, Türkiyəni, Azərbaycanı canı qədər sevən, canından çox sevən Mais müəllimin ruhuna bir töhfə olsun bu mahnı. Nə qədər çətin də olsa, bu şəraitdə biz bu mahnını sizlərə və onun ruhuna təqdim etdik. Sağ olun. Bir əlavə edəcəm. Mən də son illərdə bu haqda məlumatlı olmuşam. Əhməd Cavad bu şeiri 1918-ci ildə yazıb və orijinalına baxdım, ərəb əlifbasında yazmışdı. Türkçülüyü bizə ilk təqdim edən Əli bəy Hüseynzadəyə ithaf edib. Yəni Əli bəy Hüseynzadə həmən günlərdə İstanbuldan Bakıya doğru gələndə Əhməd Cavad onun gəlişinə yazıb. Çox möhtəşəm bir şeirdir, möhtəşəm bir əsərdir və möhtəşəm də ifanın şahidi olduq. Çox təşəkkürlər. Kitabın redaktoru, kitabın ərsəyə gəlməsində özəl yeri olan Əntiqə xanımı dəvət etmək istəyirəm. Buyurun Əntiqə, qonaq. Buyurun. Xoş gördük hamınızı. Nədən başlayaq? Film də çox təsirli idi. Kitab da. Mən Mais müəllimi tanımamışam. Şifahi tanımışam, imzasını bilmişəm. Türkiyədə yaşamağını bilmişəm. Tutduğu yolu bilmişəm. Amma bugün Jalə xanım, Mais müəllimi, mən qarışıq, mənim kimi onu az tanıyan və tanımayan çox adama tanıtdı. Mən bu arada Jalə xanımın xidmətlərini xüsusi qeyd eləmək istəyirəm. Yəni bir şeir kitabı da yarana bilər, publisistika da yarana bilər, roman da yarana bilər. Bir adam götürər, yazıcıdır, qələmi var və A-dan Z-yə o romanı yazar, qoyar. O da çətin bir işdir. Amma bu tərtibçi, tərtibatçı və müəllif olmaq bir başqa cür çətin işdir. Yəni o insanı tanıyanların hamısı ilə əlaqə saxlamaq, telefonlara neçənci dəfə cavab verəcəklər, necə cavab verəcəklər, onu necə deyəcəklər, xatirələrini mən təbii ki burada professorlarımızı
jurnalist məqalələrini, professorlarımızı, hələ Vaqif müəllim də burada var, salamlayıram onu, Qulu müəllimi, Yeganə xanım gəlib Almaniyadan, xoş gəldin əzizim. Çox jurnalistlərin yazıları var, mən bir redaktor kimi onları rahat oxudum. Yəni ki, demirəm onlarda səhv yox idi, səhv proqramdan proqrama keçəndə olur, bir də görürsüz ayrılır, vergülü, nöqtəsi, orası, burası. Çox çətindir. Həm bu film, üstəgəl kitab, çox bir fədakarlıq elədi, cəfakeşlik elədi. Yəni özü də elə bil ki, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri olaraq tutduğu missiyanı vallah billah 100% yerinə yetirir. Ona görə Jalə xanım minnətdaram. Həqiqətən mən o kitabı oxuyanda, hətta Jalə xanım mənə dedi ki, 40-50 nəfərin müsahibəsi var. Onları oxu kifayətdir. O birilər kitabın 4 hissəyə bölsəm, 3 hissəsi rəhmətliyin yazılarıdır. Müxtəlif agentliklərdə tirajlanmış yazılarıdır. Bir hissəsi də onun haqqında xatirələrdir. Bir də Jalə xanımın ön sözü var, müsahibələri var orada. Amma bütün buna baxmayaraq, yəni biz onu yenidən tanıdıq. O cür cəfakeş bir adam yaşayacaq, kitab yaşayacaq, kitabxanalarda olacaq, film yaşayacaq. Yəni ki, siz onun ailəsinə, onun özünə, ümumiyyətlə jurnalistikaya, mediaya böyük bir töhfə vermişsiniz. Sağ olun deyirəm, var olun deyirəm. Yəni ki, böyük bir əziyyətdir və Mais bəyin də təbii ki, xoş halalı olsun, rahat uyusun, nurlar içində uyusun. Bu qədər tez getməli deyildi. Ona görə ki, fikirləri çox idi. Amma həkimdən niyə qaçırdı, həkimi niyə boş buraxırdı? Yəni fikirləşmirdi ki, həkimə getməsə ölə bilər, bu ağlına gəlmirdi. Amma çox heyif, nur içində yatsın. Gerçəkdən Mais bəyin xarakterini bilənlər, Mais bəy idealları uğrunda savaşan idi, sanki ölümlə də savaşıb, yəni ölümə meydan oxuyub. Təəssüflər olsun ki, Mais bəyi biz çox erkən itirdik. Burada çox dəyərli aləmimiz var. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov. Bədirxan müəllimi eşitmək xoş olardı. Buyurun Bədirxan müəllim. Çox sağ olun, təşəkkür edirəm. Doğrudan da Mais Əlizadə haqqında deməyə mənim də bəzi sözlərim var. Əlbəttə, mən kitabda dərc olunan məqalədə bəzi fikirlərimi demişəm. Ancaq mən birincisi əziz tələbə yoldaşım Jalə xanıma təşəkkür edirəm ki, belə bir ağır işin altına girib. Doğrudan da bu böyük bir fədakarlıqdır. Mais Əlizadənin göstərdiyi fədakarlığın da bir hissəsi əslində demək Jalə xanım demək göstərir bu işdə. Biz indi Mais Əlizadənin kitabının təqdimatına, onun anım gününə yığışmışıq. Mən Ələkbər Salahzadənin bir şeirini xatırlayıram. Ələkbər Salahzadə deyirdi ki, bir də gördüm atadır adam, bir də gördüm babadır adam, bir də gördüm fotodur adam. Mais Əlizadə bugün fotodur. Bir il əvvəl biz Mais Əlizadənin şəklini görəndə heç vaxt onun haqqında belə fikirləşə bilməzdik. Ancaq bugün biz Mais Əlizadənin anım gününə yığışmışıq və onun xatirəsini yad edirik. Mən Mais Əlizadə ilə görüşüm mənə elə gəlir ki, 1990-cı ildə oldu. Nizam Gəncəvadın Ədəbiyyat İnstitutunda mühacirət konferansı var idi. Türkiyədən xeyli qonaqlar gəlmişdi. O qonaqları Mais Əlizadə belə deyim ki, müşayiət edirdi. Mən orada ilk dəfə onunla, bəlkə əvvəl görüşmüşdük hardasa, amma ilk dəfə onunla daha da yaxınlaşdıq. Mən də həmişə o konferansda oldum. Zoğulbada o konferansda bir səsin getdi Zoğulbaya, bir gecə onlar orada qaldı. Yəni Mais Əlizadə ki, mən də müşayiət edirdim. Və çox qəribədir ki, Mais Əlizadə ilə mənim sonuncu görüşüm də yenə mühacirət konferansında oldu. 2 il əvvəl İstanbulda hörmətli professor Vaqif Sultanlı buradadır. Biz bir yerdə demək söhbət elədik.
çıxışlar elədik. Mais Əlizadə yenə oradaydı, yaxşı söhbətlər elədik. Və bu iki görüş arasında mən Mais Əlizadəni bir neçə dəfə müxtəlif vaxtlarda gördüm. Onu Bakıda gördüm, başqa vaxtlarda İstanbulda gördüm və həmişə Mais Əlizadəni mən Azərbaycan xalqının taleyini düşünən bir vətəndaş olaraq gördüm. Və bu cəhətdən mən Mais Əlizadəni elə əsrin 20-ci əsrin əvvəllərində mühacirətə üz tutmuş Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə belə müqayisə edirəm və bənzədirəm. Daha çox Əhməd bəy Ağaoğluya, ona görə ki, Əhməd bəy Ağaoğlu da həm ictimai-siyasi proseslərdə vuruşurdu, döyüşürdü, həm də mətbuatda hər gün onun demək olar ki, yazılar çıxırdı. Və Mais Əlizadə də mətbuatda öz, belə deyim ki, türkçülüyə öz töhfəsini verirdi. Bir asosiasiyanı da burada qeyd eləmək istəyirəm, bu da mühacirət sözü ilə Cumhuriyyət sözdür. Mais Əlizadə bilmirəm hansı ayda anadan olub, ancaq mən onu Cumhuriyyətçi, maisçi hesab edirəm. Mən ümumiyyətlə Azərbaycan cəmiyyətini həmişə düşünürəm, iki yerə bölürəm. Aprilçilər və maisçilər və demək ki, Mais Əlizadə maisçi idi. Bütün varlığı ilə maisçi idi. O Cumhuriyyət sözü ilə demək, mühacirət sözündə də həmişə mən asosiasiya görürəm və bu asosiasiyada demək, onun özünə məxsus yeri vardır. Və çox maraqlıdır ki, ikinci Cumhuriyyətin bir əsrdə, keçən əsrdə qurulan ikinci Cumhuriyyətin qurucularından, belə deyim ki, fəal iştirakçılarından biri də Mais Əlizadə idi. Ona görə fəal iştirakçılarından deyirəm ki, o prezident aparatında işləyirdi və orada bir türk paşası ilə bir yerdə işləyirdi. Həmişə mənə o türk paşasından danışırdı və o türk paşasının gördüyü işlərdən mən deyirdim, bəs bunları yazdım. Orada o türk paşasının necə ağladığını bizim torpaqlar işğal olunarkən onu çox yanğı ilə qeyd edirdi. Və bir məsələni də mən demək, qeyd etmək istəyirəm. Mais Əlizadədə çox dərin bir ironiya var idi, kinayə var idi. Mais Əlizadə həmişə Azərbaycandakı müəyyən proseslərlə bağlı danabaş ifadəsini və danabaşizm ifadəsini işlədirdi. Bu danabaşizm ifadəsini mən ilk dəfə ondan eşitmişəm və çox maraqlıdır və çox böyük bir ironiya var orada. Mən demək, o ironiyanı həmişə onda görmüşəm. Mais Əlizadə son vaxtlar Türkiyədə gedən türkçülük prosesinin çox zəiflədiyindən narahat idi. Mənə hətta bir dəfə zəng etdi və WhatsApp-ma suallar göndərdi. Mən də demək, Türkiyədəki türkçülüyün doğrudan da zəiflədiyini, tamamilə yeni bir boyuta ayaq açdığını o demək, müsahibəmdə dedim. Allah Mais Əlizadəyə rəhmət eləsin, qəbri nurla dolsun. Mən düşünürəm ki, Mais Əlizadə heç vaxt özünü Cumhuriyyətdə hesab etməsə də, belə mühacirətdə hesab etməsə də, o bir mühacir olaraq yaşadı və vəfat etdi. Qəbri də İstanbuldadır. Bizim illər keçəcək, 10 illər keçəcək. Bizim mühacirətlə məşğul olan digər araşdırmacılarımız əsrin əvvəllərindəki ya 20-30-cu illərdəki, 50-ci illərdəki mühacirlərlə yanaşı onun da qəbrini ziyarət edəcək, onun da yazdıqlarını ortaya çıxardacaqlar. Bir daha Allah rəhmət eləsin deyirəm. Sağ olun. Bədirxan bəy gözəl bir məqama toxundu. Mən də gəl onu qeyd edəyəm. Bir dəfə bir yazı göndərib mənə, daha doğrusu mətbuatda çıxıb. Həmişə deyirdim ki, ilin 365 günü var. Mais bəy 365 yox, nə bilim, bir 765 məqalə yazır. Bir gündə elə orada 2 məqalə yazırdı. Bir yazı yazdı, Rüfət də bəyənmə işarəsi qoymuşdu. Bir də baxdım ki, yazının altında YouTube'dan bir mahnı var, xalq mahnısı var.
Tez götürdüm yazdım ki, Mais bəy, dönə-dönə üzr istəyirəm. Siz əliniz dəyib burada YouTube'dan bir mahnı gedib məqalənin axırında qayıtdı ki, oxumuşam. Bir dənə də şey gedib, mənə yazdı ki, oxumamışam amma oxumamışam. Yazdı ki, Jalə xanım, əvvəlcə məqaləni oxuyun, lütf edin, oxuyun və o mahnıya da diqqətlə qulaq asın. Yəni, həqiqəti utandım, oxudum məqaləni. O, siz dediniz, o qədər güclü sarkazm vardı. Baxırdım ki, bir məqalə yazıb, Allah onu ölülər əsərindən, nə bilim, Haqverciyevin əsərlərdən o qədər uyğunlaşdırırdı, o qədər belə gətirirdi, düzürdü, qoşurdu, deyirdi, ilahi, bu bunu necə elədi, nətər elədi. O mahnıya da 2 dəfə qulaq asandan sonra gördüm ki, yox, bu elə mətin üçün, bunun bu məqaləsi üçün yazılmış idi. Bu da onun dünya görüşünün böyüklüyündən, ensiklopediya biliyə malik olmasından xəbər verirdi. Təşəkkür edirəm, Bədirxan danışdı, dayana bilmədim. Çox sağ olun, Rüfət bəy, üzr istəyirəm. Siz sağ olun. Bədirxan müəllim haqlı olaraq müqayisə elədi. Amma mənə elə gəlir ki, Gövşəkdə Əhməd bəy Ağoğluya həm də xarakterci daha yaxın idi Mais bəy. Ki, Əhməd bəy Ağoğlunu oxuyanlar da çox gözəl bilirlər ki, adamın bir dəlisoğluğu var idi. Mais bəyin də həm qələmi, həm xarakteri, barışmaz xarakteri onu Əhməd bəyə daha çox oxşadırdı. Ruhları şad olsun. Bir də Qulu müəllimi bayaq təqdim edəndə unutmuşdum. Qulu müəllimə Şeyx-ül Mühərririn deyirdi. Ruhu şad olsun. Hörmətli şairimiz Səttar bəy buradadır. Səttar Qaraçalı. Buyurun, bayaqları filmdə dediklərinizi eşitdik, amma bir də öz dilinizdən eşidək. Çox çıxışlarımız qalmayıb, imkanı olan bir 5-10 dəqiqə yekunlaşdırır. Buyurun. Çay içəcəyi, hara gediriz? Mən ilk öncə məclisə böyük həvəslə qatılan ziyalılarımızı, hörmətli qonaqları, tələbə dostlarımı bugün salamlayıram. Mən bir də şey deyim ki, bayaq filmə baxırdım. Ən çox mənə xoş gələn o cəhət oldu ki, bizim əziz tələbə yoldaşımız, qrupdaşımız Jalə xanımın sadə, xalq danışıq dilində, xalq təfəkkürü səviyyəsində danışıq qabiliyyəti mənə çox xoş gəldi. Yəni, bir aparıcı səviyyəsində o filmi çox gözəl hazırlayıbdı. Və həm də qürur duyuram ki, Mais Əlizadə mənim həm yerlimdir. Ulacalı Sabirabad torpağında yetişib, Ulacalı kənd sakinidir. Ulacalı Azərbaycana böyük alimlər, ziyalılar yetirən bir kənddir. Orada təhsil alıb, Qalaqayın kənd orta məktəbində müəllim işləyib və sonra elm yolunu tutubdu. Mais Əlizadə haqqında çox deyildi. Amma mən fəxr edirəm, qürur duyuram ki, bizim 73-77-ci illər API Filologiya Fakültəsinin tələbəsi Jalə xanım yaradıcılığında, yəni cəmiyyətdə nə varsa onun mövzularıdır. Və onun yazdığı kitablar, onun yazdığı əsərlər xalqın ruhunu, zövqünü oxşuyur. Təkcə Mais Əlizadə haqqında yox. Məsələn, o bir çox elm adamları, sənət adamları haqqında maraqlı kitabların müəllifidir. Və bu yaxınlarda biz böyük türk şairi, sufi şairi Ozanı Yunus Əmrənin təqdimatına yığışmışdıq. Yəni, təkcə bununla kifayətlənməyib Jalə xanım. Jalə xanım ən çox şəhidlərin yanında, onların qayğısını çəkən, onlar haqqında maraqlı kitabları var. Özü də doğma ocaq sevgisi, yurt sevgisi, vətənimizin, millətimizin sevinci də, faciəsi də, vətənpərvərliyə, birliyə çağırış onun yaradıcılığının əsas qayəsini təşkil edir. Mən uzun-uzadı danışmaq istəmirəm. Sadəcə olaraq öz həmkarıma, istedadlı qələm sahibi Jalə xanıma bol-bol yaradıcı uğurlar arzulayıram. Mais müəllimin ruhu şad olsun, məkanı beşlik olsun. Diqqətinizə görsün. Çox sağ olun.
Teşekkürler. Mais müəllimin hərdən mənlə də mübahisələri olub. Yəni Mais müəllimin prinsipiallığı hər zaman şəxsən mənim tərəfimdən təqdir olunub. Onun haqqında çox danışmaq olar, çoxları danışa bilər. Amma bugün təbii ki, çıxışlarımızın sonlarına gəlib çatırıq. Bugünkü təqdimat mərasiminə Avropadan gələn bir dəyərli el qızımız, Avropada yaşasa da, soyuq Avropada yaşasa da Azərbaycanın isti nəfəsini uzun illərdir Avropada yaşadan hörmətli həmkarımız Yeganə xanım iştirak edir. Yeganə xanım, sizə eşidək, Yeganə Əmiraslan. Salam, hər vaxtınız xeyir olsun. Mənim üçün çox doğma bir ünvandır Mais Əlizadə. Amma mən öncə bugün onu bu dünyada əbədi yaşadan bir xanıma, elə Mais müəllimin sayəsində qazandığım çox əziz bir ünvana təşəkkür eləmək istəyirəm Jalə xanıma. Bayaq Nuriyə xanım bir gözəl ifadə işlətdi ki, tapşırıqsız, sözsüz, sovsuz. Yəni Jalə xanım bildiyim qədərilə, yəni üz-üzə belə tanımamışdı o vaxta qədər Mais müəllimi. Amma bu xanımın içindəki o işıq gerçəkdən nə qədər bu dünyanın Jalə xanım kimi insanlara çox ehtiyacı var. Nə yaxşı ki varsınız Jalə xanım. Çox təşəkkür edirəm sizə. Var olun ki, gerçəkdən bugün Mais müəllimi əbədi yaşayacaq, ürəyimizdə əbədi yaşayacaq Mais müəllimi bizə sizin vasitəsilə bugün belə əziz bir ünvan kimi xatırlayırıq. Mais müəllimi mən 2005-2006-cı illərdən qiyabi tanıyırdım. Bu parlament seçkiləri dövründə birdən-birə mənə yazdı və dedi ki, mən yaxşı tanıyıram, amma bu dünya sizin yeriniz deyil. Biraz da zarafat elədim ki, Mais müəllim, yəni nə deyirsiniz, köçüm gedim, yox dedi. Amma çətin olacaq, çox çətin olacaq və 2006-2010 parlament seçkiləri dövründə həmişə mənə dəstək olurdu, yazırdı. O vaxtlar APA agentliyində çalışırdı. Mənə dedi ki, sənin haqqında çox yaxşı bir yazı yazmaq istəyirəm, amma heyf ki, onu orada verə bilməyəcəm. Dedim, canın sağ olsun, ehtiyac yoxdur. Və 2015-ci ildə biz Almaniyadan ilk dəfə, yəni bu vətən həsrətimizi biraz dərmək üçün Türkiyəyə getdik, övladlarımla ora gedirdik. Əl çəkmədi ki, bizə gələcəksiniz. Dedim, Mais mən, vallahi yox, biz uşaqlar otel rezerv eləyib falan. Bizi qarşıladı Atatürk Hava Limanında, dəniz sahilinə apardı, orada bizə əkmək arası yedik falan. Əl çəkmədi və biz onun evinə getdik. Yəni, evinə dediyim, yəni yaşadığı... Səhər 5-ə qədər oğlumla söhbət elədi, mənlə, qızımla, bizlə söhbət elədi və səhəri gün biz artıq təbii ki otelimizə getdik. Çox danışdı, çox doluydu. Yəni gerçəkdən bir insan yəni o qədər doluydu ki, elə bir qısa zamanda özünü tam mənə tanıtdırmaq istəyirdi. Azərbaycanla bağlı, Azərbaycan jurnalistikasından bağlı, xəyanətlərlə, dostluqlarınla bağlı çox şeylər danışdıq. Və bəzilərini mən Jalə xanımla bölüşdük. Təəssüf ki, o bölüşdüklərimi belə biz hələ yox ümumiyyətlə üzə çıxartmağa ehtiyac olmur. Mən Jalə xanıma təşəkkür edirəm ki, Mais müəllimin ailəsinə, övladlarına bu şəkildə çox böyük bir dəstək olub. Bəlkə də bugünə qədər Mais müəllimin dost dediyi kimsə bu etibarı göstərməmişdi və göstərmədi. Jalə xanım elə bir iş görüb ki, vallah, yəni mən eşidəndə ki, bu kitab ərsəyə gələcək, dedim Jalə xanım, çox utana dedim ki, Jalə xanım, bəs bunun maddi tərəfləri var. Biz bir şəkildə, yəni doğrudan utana təklif elədim ki, bir şəkildə indi biz də yardım eləyək, mən də əlimdən gələn bir şey eləyim. Etiraz elədi, dedi ki, yox, ehtiyac yoxdur, mən özüm bu işin arxasındayam. Yenə mən daha söz tapmadım doğrudan da, çünki belə şeylər də bizə biraz qərib gəlir. Adətən belə təklifdə həmən qarşı tərəfdən bir cavab onay alırsan. Amma Jalə xanım bu dəfə də dedi ki,
gerçəkdən də necə dəyərli bir xanım olduğunu sübut elədi. Məndə də Mais müəllimin WhatsApp yazışmalarımız çoxdur. Yəqin övladları qalırsa əgər, yəqin qalır. Mən çox dinlədim, çox dinləyirəm. Və mənə hər dəfə kitabdakı o xatirələrimdə də yazmışam. Hər dəfə deyirdi ki, lütfən mənə Mais müəllim demə. Amma mənim oğluma Əli bəy deyə müraciət eləyirdi. Yəni deyirdim ki, Mais müəllim, valla siz yeganə insansınız ki, mən sizə bacarmıram, yəni adınızla mümkün deyil. Deyir, yox, nə, biz həmkarıq, bizə maisdir. Heç cür həyatımda bir dəfə də olsun mən mais deyə bilmədim də. Və o kitabda da yazdığım kimi doğrudan da o müəllim sözü mənə elə gəlir ki, onun qədər kimə yaraşardı ki? Mais müəllim doğrudan o müəllim formatını dörd-dörtlük doldururdu. Çox tərbiyəli adam idi. Yəni, bəlkə də kimsə, yəni bizi dəvət eləsəydi ki, gedək, mən mümkün deyildi də övladlarımla bir yerdə. Amma Mais müəllim o qədər tərbiyəli, o qədər qanacaqlı, o qədər, bilirsiniz, bəzi o fikirlərim ki var, onları sətr altı xanımlar bilirlər nə demək istəyirəm. Amma Mais müəllim sözün əsl mənasında o kişiliyinə sahib çıxan bir kişi idi. Bugün bir daha hamınızın qarşısında istəyirəm ona təşəkkür eləyim. Deyim ki, sağ olun Mais müəllim. Ruhunuz şad olsun, var olun, əbədi var olacaqsınız ürəyimizdə. Nə yaxşı ki varsınız, varsınız, var idiniz yox. Siz həmişə var olacaqsınız. Ailəsinə başsağlığı verirəm. Ən böyük nigarançılığı övladlarının evlənməyi idi. Ümid edirəm, inşallah, bilmirəm, son dönəm xəbərim yoxdur. İnşallah ümid edirəm ki, övladlarının toyunda biz də iştirak eləyərik Jalə xanımla bir yerdə, buradakı dostlarla bir yerdə. Sağ olsun ki, həm də vəsilə oldu ki, bugün mən burada əziz dostlarımla bir daha görüşdüm. Mürüfət bəylə böyüyümüz, əzizimiz, ustadımız Qulu müəllimi burada gördüm. Ruhu şad olsun. Bir daha Jalə xanım, sizə çox-çox təşəkkür eləyirəm. Var olasınız. Sağ olun. Çıxışlarımızın sonuna gəlib çatdıq. Amma təbii ki, ailəsi adından söz veriləcək Nərgiz xanıma. Bugünkü toplantıda iştirak edə bilməyənlər sırasında hörmətli alimimiz Cəmil Həsənli də adını xüsusi qeyd etmək istəyirəm. Cəmil müəllimin Mais bəy haqqında sonuncu abzasını oxumaq özümə borc bildirəm. Mais təmiz, gözü tox, doğru dürüst, həyat amalını vicdanın meyarı ilə cızan bir ziyalı idi. Onun itkisi qəfil ölümü çox ağır oldu. Gözəl dost idi Mais bəy. Son vaxtlar danışanda ürəyindən şikayət edirdi. Axır 1-2 ildə necə ağır itkilər verdik. Arif Acaloğlu'ndan, Kamil Vəli Nərmanoğlu'ndan sonra Mais Əlizadə də bu dünyadan köçdü. Hər üçü yeri görünən itkidir. Allah hər üçünə rəhmət etsin. Təbii ki, son illər yarpaq tökümü xəzan gerçəkdən bizim ziyalılarımızı çox öz ağuşuna alır. Ruhları şad olsun. Mais bəyin ailəsi adına həyat yoldaşı xəstə olduğuna görə iştirak eləyə bilməyib. Onun bacısı burada gəlib Nərgiz xanım. Onu eşidək. Buyurun Nərgiz xanım eşidək. İkincisi çox təşəkkür edirəm Jalə xanım. Çox sağ olun. Diqqətinizə görə. Bizim və bacımın ailəsinə verdiyiniz dəyərə görə. İlk öncə həm salamlayıram sizi. Bildiyiniz kimi Mais bəy xanımı biz bir filoloq ailəsində doğulmuşuq. Mənim atam filoloq, bacım ədəbiyyatçı, Ziyalı ailəsindənik. Mais bəy, mən çox uşaq idim. Yəni, mən 4 yaşım var idi onlar ailə quranda. Mais'in demək olar ki, bəzən böyük övladı rolunu oynamışam. Böyük övladı ilə mənim aramda çox az yaş fərqi var. Uşaqlığımdan bizim ailədə olan bəzi ədəbi, filoloji söhbətlər əsasında mən onları eşitmişəm. Dərk eləmirdim, bilmirdim nə idi. Amma eşitmişəm. Mais'in atası da çox böyük bir şəxsiyyət idi, İbadullah müəllim. Gözəl ədibi idi. Və mən Mais bəyin akademiyada işlədiyi illər xatırlayıram. Hələ onda zaman Türkiyəyə köçməmişdilər onlar, Bakıda yaşayırdılar. Biz qonşuyduq. Akademiyada işləyirdi və bəzən gəlirdi. Mən uşaq dili ilə belə deyim, ədəbiyyat duyumları çox güclü olduqlarından
bir kənara çıxın, burada hörmətli şəxslər var, hamınız hörmətli insanlarsınız və bir çoxunuz atamın tələbələri olmusunuz. Və bugün mənə bir qürur hissi verir ki, mənim atamın belə dahi şəxsiyyətli tələbələr yetişdirib zamanında və Jalə xanıma çox təşəkkür edirəm. Və o axşamlarda Mais işdən gələndə bəzi ədəbiyyat müzakirələri olanda yəni dərk eləmirdim. Mən uşaq idim. Mənim 4 yaşım, 5 yaşım var idi belə. Amma mən görürdüm ki, hərarətli söhbət gedir. Atam, bacım, Mais bəy danışırlar və müzakirələr gedir. Nəyisə bəyənirlər, nəyisə bəyənmirlər, kimisə yazısı dərc olunubdur, kimisə məqaləsi dərc olunubdur, orada nəyisə bəyənirlər, qəzetlər stolun üstündə, kitablar stolun üstündə. Mən artıq böyüyəndən sonra başa düşdüm ki, bizim evdə necə böyük dahi şəxsiyyətlər olublar. Mən Jalə xanıma təşəkkür edirəm. Mais bəy vətənini, torpağını çox sevən bir insan idi. Daim istəyirdi, çalışırdı ki, Azərbaycanı nəinki türk dünyasında, bütün dünyada bacardığı qədər adını duyursun. Mais bəy evdən getmədi, Mais bəy xalqdan getdi, eldən getdi, ədəbiyyatdan getdi, jurnalistikadan getdi. Çox məyus oluram ki, yəni elə bir böyük şəxsiyyət, elə bir dahi bir insan, təəssüflər olsun ki, bu qədər Azərbaycanı düşünən, türk dünyasını düşünən ani bir anda öz sağlamlığını düşünmədi. Sağlığını, canını, dövlətinə, ölkəsinə, xalqına, türk dünyasına qurban elədi. Yəni ilk olaraq dövlətini, xalqını, vəzifəsini, işini, peşəsini, yazılarını, xidmətini düşündü. Elə böyük bir şəxsiyyət. Çox məyus oluram. Burada Mais bəyin qardaş oğlu İbadullah bəy deyil, əyləşir. O bəlkə də əmisini çox uşaq vaxtı görübdü. Bəlkə də mənim kimi o söhbətlərdə atasının, babasının, əmisinin söhbətlərində müəyyən qədər iştirak edib, amma belə deyək də günü bugün dərk eləyir. Mən sizə bir daha təşəkkür edirəm. Təşəkkürümüz sonsuzdur sizə. Çox sağ olun ki, belə bir bizim ailə üzvümüzü, bacımın yoldaşını, ailəmizi belə qiymətləndirdiniz. Allah Maisə rəhmət eləsin. Sizə bir daha təşəkkürlər və sizin hər birinizi ayrı-ayrılıqda bacımın ailəsi adından, bacımın adından, uşaqlarının, övladlarının adından, müəyyən səbəblərdən uşaqlar işləyirlər, bacımın oğlanları işləyir. Maisin övladları gəlib iştirak edə bilmədilər bugünkü tədbirdə. Bacımın sağlığında müəyyən problemlər olduğu üçün o da iştirak edə bilmədi. Amma biz, Mais bəyin qardaşı oğlu, mən, ölkədə olmadığı üçün qardaşım, qardaşımın qızı və yaxın qohumumuz Mehriban xanım burada gəlmişik ki, sizə Jalə xanım və sizlərə təşəkkür eləyək. Allah rəhmət eləsin, sizlərə də sağ olun ki, əziz tutub bugünkü gündə bizi tək qoymadınız, yanımızda oldunuz. Bir daha hər birinizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Tərinə xanıma sağ olun. Mən Rüfət bəy icazənizlə, bax burada Qulu müəllim bilir, o gənc jurnalist də bilir ki, burada bizim jurnalistikamızın nəhəngləri oturub, Şəmsiyə xanım əyləşib, siz əyləşmişsiniz, Əntiqə xanım əyləşib və hərdən ürəyim elə sıxılır Vaqif müəllim ki, bax, yəni Mais bəydir, vaxtsız bayaq dedi, Rüfət bəy dedi, yarpaq tökümü çox oldu o ziyalılar arasında, böyüklər arasında. 4 il bundan qabaq Jurnalistika Fakültəsinin 1-ci kursunda oxuyan Əskər adlı bir jurnalistlə tanış oldum. Hər dəfə yadıma düşəndə, heç yadımdan çıxmır. Bir sözüm var, Allah onu qorusun, Allah qorusun, 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 bir də qorusun. Qulu müəllim, tam səmimiyyətimlə və belə cəsarətlə deyirəm, jurnalistikamızın nəhənglərindən olacaq. Mən istəyirəm ki, bugün Əskər evə gedəndə dedi, mənə söz verməyin, vermirəm söz, amma ona kitab yazmışam. Əskər haradasan? Qalx ayağa, bir səni görsünlər, bir alqış istəyəcəm Əskərə. Və
Ömrünü o cür qısa yaşamayasan, elə bilirəm ki, Mais bəy düşünəndə ürəyim sıxılır, amma deyirəm ki, Mais bəylər yetişir. İstəyirəm bugün dəftərin qırağına yazasan ki, Jalə xanım dedi, mütləq və mütləq. Necə ki, bir zaman gələcək, Mais bəy haqqında tədqiqat işləri yazılacaq. O bir məktəb qoydu. Mais bəy bir məktəb qoydu. Bayaq dedi, Nərgiz xanım dedi, Elnur Eltürk də yazmışdı. Mais bəy eldən getdi. Eldən getdi, evdən getmədi. Və özünü qoru oğlum, özünü qoru. Jurnalistikamızın, Denə Jalə xanım bir vaxt dedi ki, əskər jurnalistikamızın nəhənglərindəndir, nəhənglər gəlir. Qoy Qulu müəllim kimi şəxsiyyətlər sevinsinlər. Gəl kitabı alıcı olmasa burada şəkil çəkdirək. Buyurun. Jalə müəllimə mənim jurnalistika fakültəsinə daxil olduğum 4 il, 5 il bundan öncəni yada salanda mənim də beynimdə, düşüncəmdə bir hadisə canlandı və indiyənə kimi həmin hadisə diri olaraq qalır. Demək ki, biz qiyabi şöbədə başlamışdıq tədrisə və bizim də tələbələr əksəriyyəti tədrisdən öncə də, hələ tələbə olmamışdan öncə də onlar müəyyən media qurumlarında fəaliyyət göstərirdilər, məndən fərqli olaraq və elə bir şərait yarandı ki, artıq sonuncu dərsimizdir, biz pəncərədən baxırıq, qaranlıq hökm sürür və bu anda fakültədə də demək olar heç kəs yoxdur. Birdən tələbələrdən biri, adı Dilşad xanım qayıtdı ki, bəs Qulu müəllim fakültədədir, bəlkə Qulu müəllimə gedim deyim, bizlə görüşsün. Və Dilşad Qulu müəllimin yanına getdi, biz sizinlə görüşmək istəyirik. Qulu müəllim tələsirdi. Payız ayı, çöldə yağış, hava küləkli və çərşənbə axşamı idi, bəli. Doğrudur, bəli, çərşənbə axşamı idi. Qulu müəllim tələsirdi. İnanın Allaha, Qulu müəllim tez sürətdə qayıtdı arxaya, dedi ki, mən sizin görüşünüzü heç vaxt təxirə sala bilmərəm, öz işimi amma təxirə salacam. Paltasını çıxartdı, papağını çıxartdı və bizi dövrəyə aldı. O zaman çərşənbə axşamı idi. Belə bir ifadə işlətdi Jalə. Yazıb o görüşdən, ona görə mənim də yadım. Deməli, Qulu müəllim sonunda belə bir fikir işlətdi ki, gün gələcək Azərbaycan torpaqları işğaldan azad olunacaq. İnanın Allaha, çox keçmədi ki, Zəngilan azadlığına qovuşdu özdə çərşənbə axşamında. İnanın Allaha, yəni bilirsiniz, həmişə belə bir ifadə var, deyir, yaxşı insanların sözləri də özləri kimi təmiz olar, saf olar və bu bir yaxşılığın nümunəsidir. Və mən Jalə müəllimədən, eynən bütün bizim bu fakültənin müəllimlərinə ona görə minnətdaram ki, onlar bizə dünəni həmişə diri saxlayıblar, yaşadıblar. Baxın, Jalə müəllimənin illər bundan öncəki tədbirlərində iştirak eləmişəm. Şeyx Səfiyyəddin İshaq Əl-Musəvi Əl-Ərdəbilinin nəslindən olan İbrahim Səfini Jalə müəllimə bizlərə tanıtdı. Siz təsəvvür edirsiniz, mən onda tanımırdım İbrahim Səfini. Mən böyük şəxsiyyətləri Jalə müəllimənin fəaliyyəti nəticəsində tanımışam. Bugün Mais müəllimi tanıdım. Doğrudur, bu şəxsiyyətləri bizə fakültə dəhlizlərində Qulu müəllim, istər digər müəllimlərimiz, ustadlarımız bizə təqlid edirlər. Amma sadəcə olaraq Jalə müəllimənin fəaliyyəti biraz bu fəaliyyətin önündədir, biraz daha çox şaxəlidir və bu da əbəs yerə deyildir. Ona görə ki, əbəs yerə deyildir. Jalə müəllimin atası Cavad müəllim bizim fakültənin, yəni fakültə hələ o vaxt şöbə olduğu zamanlarda 45-ci il, yəni məzunlarındandır. O məzunlar arasında kimlər yox idi? Şirməmmət müəllim və bu şəxsiyyətlər Azərbaycan jurnalistikasının mənəviyyat sütunlarıdır. Məni Jalə müəllimə ilə kim tanış edib? Sevinç xanım. Və o kimdir? Tofiq Rüstəmovun qızı. Və görürsünüzmü? Allah ruhlarını şad eləsin o böyüklərin də bax belə mənəvi böyük, qəlbən təmiz, əmələn saf qızları vardır. Və mən yenidən bir daha təşəkkürümü edirəm Jalə xanıma ki, bugün Mais müəllimin uca şəxsiyyəti, ləyaqətli həyat kredosunu izlədim və Rüfət bəyə də təşəkkür edirəm. Qulu müəllimə də bir daha təşəkkür edirəm. Mənə şərait yaratdı, valla tanırdım, müəllim, üzürlü sayın, var olun, təşəkkür edirəm. Çox sağ olun. Qulu müəlliməm də ona görə təşəkkür düşür ki,
dəhlizlərdə Mais Əlizadələri unutmağa qoymayıb ən azından. Çox sağ olsun. Görüşümüzün sonuna gəlib çatdıq. Burada dəyərli dostları görürəm. Əgər kimin içindən Mais bəy haqqında söz demək keçirsə... Elçin müəllim də bir-iki kəlmə, Elçin müəllim. Elçin müəllim. Elə axıdadır. Orada mən Tariyel bəy görürəm, Elnur bəy dedi, çıxış eləmək istəmirəm. Baba müəllim buradadır, canlı ensiklopediyamız. Baba müəllim günləri, həftələri, saatlar Buyurun. Hamını salamlayıram. Jalə xanım doğrudan da çox mərd, fədakar qadındır. O belə filmi, gözəl filmi və gözəl kitabı ərsəyə gətirdiyinə görə təşəkkür edirik, ürəkdən təşəkkürümüzü bildiririk. Mən bilirsiniz, o kitabın da adını çox gözəl seçib. O mənə elə gəlir ki, indi Mais Əlizadə kimi insanlara bizim böyük ehtiyacımız var. Həm də biz məmləkətimizdən qıraqda. Doğrudan da böyük ehtiyacımız var. Mais Əlizadənin yeri görünür bu gün. Allah qəni-qəni rəhmət eləsin, ruhu şad olsun və çox danışmaq olar. Mən vaxt darlığına görə bu cür çıxışımı tamamlayıram. Sağ olun, yenə də çox sağ olun, təşəkkür edirəm. Təşəkkür ederim. Buyurun kitabınızı. Elçin müəllim, sizə də təşəkkür edirik. Əgər etiraz etməsəz... Oturaram, hamını bir-bir dinləyərəm. Bilirəm, hərən ürəyində... Gəlin elə hamını yerinə siz özünüz danışın. Kiminsə sözü olar, kiminsə... Deyişdir, çay süfrəmiz var, denən çay gətirsinlər. Çay gəlincə siz danışın da. Yox, mən yaxşı, sözümü deyim. Siz kiminsə sualı ola bilər, kitabı... Mən bir daha, biraz yubananlar var idi, amma anlayıram. Elnur bəyə bir daha təşəkkür edirəm. Elnur can, mən sizin o müsahibəni tam verdim orada. Çünki o müsahibədə Mais bəyin tam portreti açılıb. Baba müəllim, ümumiyyətlə yeri gəlmişkən Baba müəllimi istəyirdim hamı tanısın. Baba müəllim, bir dənə ayağa qalxacaqsınız, üzr istəyirəm. Baba müəllim, sizi mən nə qədər sevirəm. Baba müəllim, imkan vermir ki, Facebookda hər gün bizim Azərbaycanın mədəniyyəti tarixində, ümumiyyətlə Cumhuriyyət tariximizdə görkəmli şəxsiyyətlər haqqında unikal yazılarını verir, öz fikirlərini verir. Yəni bunun özü o qədər böyük işdir ki, deyə bilmərəm. Şəmsiyə xanım var burada, onu mən pozitiv xanım deyirəm. O işıq saçır, ay saçır, elə gəlişi ilə, görüşü ilə. Bayaq dedim, bizim burada böyük şairimiz, böyük şəxsiyyətimiz Şahmar Əkbərzadənin xanımı var. Daim şəhidlərin yanında olan, mənim el oğlum, Naxçıvanlı balası, canım, ciyərim, Vaqif müəllim var burada. Çox təşəkkür edirəm. Sədaqət xanım var burada. Dedi ki, göydən qar da yağsa gələcəm. Və Mais bəyin ailəsindən burada istəmədim yenə çıxış eləmək, yenə də müraciət edirəm. Mais bəyin qardaşının balaları var burada, balaca qardaşı var. Kim istəsə böyük məmnuniyyətlə gəlsin, yəni dinləyək. Fuad bəy həmişə bizi iləndir, Fuad Ələkbəri, çox sağ olun Fuad bəy. Fuad bəyin atası bizim çox samballı, böyük şəxsiyyətlərimizdən böyük müəllim idi. Pedaqoji Universitetdə Kimya kafedrasının rəhbəri idi və Fuad bəy daim tədbirlərimə gəlir. Çox təşəkkür edirəm Fuad bəy, var olun. Mənim canım ciyərim Gülünkan buradadır. Çox sağ olsun. Hamıya təşəkkür edirəm və naşükürlük olmasın. Mənim bir də ən böyük təşəkkür borcum ailəmədir. Mənim ailəm hər zaman arxamda durub, hər mənada arxamda durub. Yəni mən bir yerə, məsələn, Mais bəylə bağlı Türkiyə gedəcəkdim, bilet aldım. Gəldim, dedim ki, çəkəsəmə Türkiyə gedirəm. Dedi, hara gelsən? Dedim, Türkiyə, xeyirdir. Dedim, bəs Mais bəylə bağlı reportaj hazırlayacağım, nə hazırlayacağım, nə... Həmişə olduğu kimi bir kəlmə demədi, ancaq xeyir dua verdi. Yəni, mən bir alqış istəyəcəm Çərkəz müəllim üçün. Çox sağ olsun. Yəni, evlatlarım da elə, nəvələr də elə, heç vaxt, yəni, qarşımda bir sədd qoymayıblar. Əgər sədd qoysaydılar, yəqin ki, bu işləri mən görə bilməzdim. Yəqin ki, yox, yəni. Ona görə ailəmə təşəkkür edirəm, çox sağ olsunlar. Bir daha hər birinizə, Elnur bəy qaça-qaça gəldi, tədbirdə idi, çox sağ olun, dəyərli. Tariyel bəy var. Tariyel bəy nə qədər çox istəyirəm, özü bilir və o da Mais bəyə nə qədər çox istəyir, özü bilir. Şahmar Əkbərzadənin bir qeyd elədim, xanımı buradadır, canım mənim, Mələk xanım, axır ki, şey də özün yetirdi, Elşən də özün yetirdi, oğlu yetirdi.
Elçən də çox dəyərli oğuldu, çox ləyaqətli oğuldu. Şahmar müəllimin daim şeirlərini paylaşır. Bir daha hər birinizi təşəkkür edirəm. Bədirxan canım, sənin işin çoxdur bilirəm. Çox təşəkkür edirəm. Dedim, Vaqif bəy dedim, onun yanındakı gözəl xanım Ruhiyə, çox təşəkkür edirəm. Hər birinizi təşəkkür edirəm. Canım qardaşım, mənim atamın böyük oğlu, anamın böyük oğlu, Salyanlar deyir, Elifət bəy, Əziz Giramı oğlu, qardaşım daim, Nazim qardaşım daim tədbirlərimizə gəlir və özə qaça-qaça gəlir. Yaxında da yaşamır. Əmim qızı buradadır. Hər birinizə təşəkkür edirəm. Sahibə xanım, çox sağ olun. Və hamınızdan acizanə xahiş edirəm çay süfrəsinə. Boğazınızı yaşlayaq. Nə suallarınız var, nə iradlarınız var bildirin və Mais bəyə kiçik bir salam verəcəyim. Salam Mais bəy. Mən bilirəm ki, hələ tədbirimiz başlamamışdan siz buradasınız. Ruhunuz buradadır. Nəfəsiniz buradadır. Və bunu hamı hiss elədi. Əmin olun ki, hamı hiss elədi. Bax, necə şirin baxırsınız, gözəl baxırsınız. O baxışlarınız üçün darıxmışıq. Dünyada gedən proseslər, dünya çalxalanır. Hər gün deyirəm, Mais bəy, qələminiz çatışmır. Qələminiz üçün darıxmışıq, sözünüz üçün darıxmışıq. Mən heç nə eləmədim. Sadəcə bir vəfa borcu elədim. Vəfa borcunu yerinə yetirdim. Bunu böyüklərimdən gördüm, atamdan gördüm, həyat yoldaşımdan gördüm. Mənim həyat yoldaşım hər zaman müəllimlərinə qiymət verdi, onlara əziz tutdu. Və mənim canım qardaşım Rüfət bəy, o da bilir, sizin üçün çox darıxırıq, çox darıxırıq. Heç olmasa yuxularımıza gəlin. Sizi ruhən öpürük, bağrımıza basırıq. Həmişə yolunuzu gözləyəcəyik. SMS-lərinizi silməmişəm, silməyəcəm. Sizi daim və daim yad edəcəyik. Çünki buna layiqsiniz. Sağ olun.